Bismillahirrahmanirrahim. Ulu Tanrı'nın adıyla Cəhalət Mühəndisliyi Qələbənin 263-cü bölümünə başlayıram. Dünənləri Süleymaniye Kütüphanəsinin İstanbulda tanıtmağa çalışdım. Bu günləri də elə bir neçə dəqiqə öncə çalışdım ki, bunun bölümlərini görəm. Burada olur dostlar ki, YouTube'dan canlı görürlər. Əlan kütüphanənin Türkiyə Yazma Əsərlər Kurumu Başkanlığı. Əl yazma əsərlər ya yazma kollən əsərlər. Bura oranın müdiriyyətidir. Orada indi mən oradayam. Oranın burada menüyə gedəndə üstə sol tərəfdə bir menü var. Bu menüyə gedəndə menü yəni list deyək belə. Hər nəmənənin listinə deyirlər ki, menü. Menüyə gedəndə bunu vururuq. Burada sol tərəfdən bilirsiniz, Latincədə sol tərəfdən başlayırlar, İslamcada sağ tərəfdə başlayırlar. Burada baxanda görürük ki, şeylər var. İlizli, bilmirəm, İlizli nə deməkdir? Ulaşım. Hər halda ehtimalen hızlı olacaq. Mən bunu görürəm. Hızlı olacaq. Çünki ayrı bir şey. Mən iki dənə l görürəm, amma hızlı ulaşma, yəni sürətlə haraya istərsən yetiş. Yazma Əsərlər Kurumu biri budur. İ-kitaplar, yəni internet üzərində olan kitablar, İ-sözlüklər, burada da sözlüklər, yəni lüğətnamələrdir və İ-satış, burada da satışı gətirir. Sonra kateqorilər yəni bölümlər. Bilmirəm, Latincə söz işlədirlər. Yəni Türkiyədə bir Osmanlıdan sonra şikəst yedilər. Təqribən demək olar ki, bir növ Osmanlının Türkcənin əleyhinə Türkiyədə bir hərəkət var. Yəni o ki, nə mutlu türküm deyənin tərsinə Türkiyədə Latinləşmə və Avropalılaşma deyə adı ilə özü də hər sahədə, düşüncə, geyim, içim, yeyim, hər şey, hətta onlarda nifrat. Yəni Avropada o şeylər ki, siz görməzsiniz, orada görürsünüz. Hər halda kateqorilər araşdırma və incələmə seriləri, kitablar ki, təhqiqat üçündür, araşdırma üçündür. Bilim və fəlsəfə seriləri, burada da bilim və fəlsəfə serilərini danışır. Dini ilimlər seriləri, burada da din haqqında olan kitabları toplayıblar. Ədəbiyyat və sənət seriləri, burada da serisi, burada da ədəbiyyat və incə sənət, hünər. Sənət deyəndə olur teknoloji deyil, bu şeydir, hünər. O şey ki, hünər deyirlər bizdə. Fatih kitablığı dizisi. Burada da Fatih Kitabxanası ya ehtimalən Fatih Məhəmməd Sultan Məhəmməd Fatihin kitablarıdır. Bəlkə onu mən bilmirəm nədir. Kataloq serisi. Sonra da kitabları məsələn Farsça kitablar, Türkçə kitablar, Ərəbcə kitablar, hərəsinin özünün kataloğu vardı. Ayrı dillərdə ya mövzuları o əsasında da ola bilər. Tarix və toplum bilimləri serisi. Burada da tarix və sosioloji ya toplum, nə əcəb burada sosioloji işlətməyibdir. Toplum, ictimai, ulum ictimai deyə burada onu qoyubdur. Tipki basım serisi. Basım serisi yəni tarix üzünə. Yəni hangi kitab əvvəl olubdur, sonra olubdur. Mən burada da iletişim, burada da onlarla nə cür əlaqəyə keçəsiniz, e-mail ya telefon, iletişim bilgiləri və satış noktaları. Bu da o satış yerləridir ki, onlardan kitabı almaq olar. Online da almaq olar əlbəttə. Mən burada baxırdım, indi buradan gedəndə, məsələn, burada dedi ki, bilim və fəlsəfə serisi. Vururuq, buradan gedirik o bölümlərə. Siz burada, əlbəttə mən baxırdım e-booklara, yəni o online olan kitablar ki, yazıblar, adları da ərəbcədir ya türkcədir, amma onlara baxırdım. Məsələn,
Enisul Arifin. Enisul Arifin nə mənə deməkdir? Mən bilmirəm bu enisul nə olar? Enisul Arifin, Arifin bilirəm amma enisul nə deməkdir onu bilmirəm. Məsələn, bu kitabların bir çoxu əsl kitab deyil. Çeviriblər latinə. Onları qoyublar. Yəni bunların bir çoxunu gördüm. İndi bu enisul'a da baxaq görək ki, enisul müəllif Əzim Pir Məhəmməd Əhlaqi Muhsini tərcüməsi. Tamam, burada özü deyib ki, onun tərcüməsidir. 2019-da tərcümə olubdur və bunun səhifələrinin də sayın burada boyutun yazıb 400 neçə səhifə də orada. Burada bir şey ki vardı. Burada indirimi yazıbdır. Yəni kitabı indirmək yeri və bu tərəfdə də yaşıl ya türk rəngindəki kitabın, bu web sitənin də özü türkü az deyə indi İranda Firuzeyi deyirlər buna. Bunun buradan vuranda da oxumağı görə bilirsiniz. Yəni canlı baxa bilirsiniz ki, bu kitab əcəbə məsələn əlon neçə səfərdir? 672 səhifədən ibarət bir kitabdır. Baxırsınız, latincədir məsələn bu. Əlbəttə burada bir dənə əks gördüm, miniatür də ehtimal verirəm. Bəli. Kitabdan fotokopidir. Bu fotokopi olduğunda miniatür qərə düşübdür. Yəni o əsli kitab deyil. Əsli kitab çap olubdur, satışa gedibdir. Burada görürük ki, bəzi türkcə, ərəbcə əlifba ilə də yazıbdır, onları tərcümə eləyibdir. Görürsünüz burada bu kitab indi bu cürsüdür. Əlbəttə bir ayrı kitab da gördüm mən. Məsələn o fərqli bir yol götürmüşdür. Əl-Fəvaidül Həkmaniyyə ya Hakkaniyyə olacaq ehtimalən. Bunu da gedək əslində baxaq görək ki, nədir? Müəllif Sədrüddin Zadə Məhməd Əmin Şirvani. Məhməd Əmin Şirvani. Kitabın yazısına baxaq. 712 səhifədir. Yenə də bunu çeviriblər latinə. Buradan bəllidir. Biraz gedək. Aha, əlbəttə bunun Fəvaidül Xaqaniyyə Sədrüddinzadə Məhəmməd Əmin Şirvani rəhmətullah əleyhin də yazıblar. Allah rəhmət eləsin. Bunun məsələn indi burada cəlibdir. Bunun iki tərəf bir səfədə türkcə ərəbcəsin, bir səfədə latincə türkcəsin yazıblar. Əlbəttə ehtimal verirəm bu kitab kollən ərəb olar. Çünki baxıram buna və bu ərəbcə yazılıbdır. Çünki İslam dininin şeyi budur. Dili budur. Bu da bir ayrı kitabdır. Görək ki, burada da Dururi Suluki fi siyaseti muluk. Tamam, bu cəlib kitabdır. Yəni mən axtardığım bir kitab olacaqdır. Görək bunun oxumasında nə görürük. Bir də bir iş ki vardı, mən böyük hərflə yazılan şeyləri oxuya bilmirəm. Bir danası yazılsa yenə okeydir, amma çox yazılanda onları oxuya bilmirəm. Dürərüs suluki. Əliflamı vardır. Biz əs-suluk yazırıq da burada yazanda əliflam görünmür. Dürərüs suluki fi siyasetil muluki. Tam muluk. Çox gözəl bir kitabdır. Mülükün, yəni şahların, rəhbərlərin siyasəti haqqında danışır. Bu kitab çox ciddi bir kitabdır. Görüm ki, buna görə əgər bunun ərəbcəsini görsəm, bir əvvəlindən heç olmasa biraz oxuyaram ki, görüm. Nədir? Aha, buradadır. Dürəl-i suluki fi siyasətil muluk ərəbcəsini oxuyuram. İndi Əbulhəsən Əl-Maverdi. Əlbəttə, Əbulhəsən Əl-Maverdi çox qədimi bir yazardır. Mən bunun Hovza-i Elmiyyədə bunların məmulən kitabları oxunar oradan buradan. Siyasət oxunmaz əlbəttə. Amma məsələn, bunların ədəbiyyat haqqında yazdıqları, dil haqqında yazdıqları özəlliklə şey haqqında olar. Məsələn, baxın, Babül əvvəli fi əxlaqil məlik. Müqəddəmədən sonra, müqəddəmə bir 2 səfədir. Bir səfədə əslində, bir səfə yarım. Ondan sonra kim yazıb bunu bilmirəm. Görək, bunu oxuyayım. Bu cəlibdir, mən bunu oxumaq istərəm. Yəni,
bu tür bir kitablar. Bismillahirrahmanirrahim. Elhamdülillahi'llezî cealel hakka muizzen limen i'tegadehu ve tuhahu ve ma'inen ve mu'inen limen i'temedhu ve ibtigahu ve cealel batili muzillen limen atherehu ve irtidahu ve muzillen limen adhara ve iktifahu ve ahtesse ملك الملوك بها الدولة وزياء الملة وغياس الأمة باعتقاد الحق واجتناب الباطل حتى تمكن في نواسي من راده ومانعه وجعل له من ولده سندا يظاهره وعزدا يوازره. Yani kelimelerin her birisinin bir derin anlamı var. Yəni bunun tərsəsinə ki deyirlər, yəni bu kitab görsədir. Mən istəyirəm bunun görüm əgər olsa bir buna bir tarix tapın, bu kitab hansı zamanda yazılıbdı. Əlbəttə bu bizim bugünkü oxuduğumuz kitab olmayacaqdı. Ona görə də istəmirəm bunda çox vaxtımı şey eləyəm, sərf eləyəm, amma bunun məsələn tapsaq ki, hansı tarixdə bu yazılıbdı, çox önəmli olacaq. Aha, burada bir tarix görürəm. Ve şeriful af'ali la yetasarraf fihi illa şeriful ahlaki sevâun kâne zâlike tab'an ev tetabbu'an ve kad nebbehallahu teâlâ ala zâlike fi kitâbihi bi kavlihi li nebiyhi sallallahu aleyhi ve sellem ve inneke le ala hulugin azim. Kur'an'ın ayesiymiş. لأن النبوة لما كانت أشرف منازل الخلق ندب إليها من قد أكمل فضائل الأخلاق. Her halde Təshilun Nəzri və Təcilü Zəfəri fi Əxlaqil Məlikül Maverdi. Burada da bir ayrı kitabdan da aparır. Diqqət buyurun bunu. Təshilun Nəzri və Təcilün Zəfəri fi Əxlaqil Məlikül Məlik Lil Maverdi. Maverdi həmin bu kitabı yazan bir dənə də ayrı kitab siyasət haqqında yazıb gənə. Deyirəm, bu tərsə bizə deyiblər ki, İslam tarixində nəsihətnamə var. Şey yoxdur. Adını qoyublar, oxumayıblar, bilmirlər. Çünki beynimizi keçən 250 ildə türklərin və müsəlmanların beynini dəyişdiriblər. Tərsə bir şey olubdur. Bir ayrı bir şey olubdur. Hətta özümüzdən zəhləmiz gedir bizim. Onun üçün də bilmirik ki, bizim dədələrimiz dünyanı siyasətlə idarə edirdilər. Bu siyasətin teori payaları olmasa nə cür olar ki, əməli payası olsun? Yəni, hər bir şeyin teorisi olmasa olmaz ki, sizin əvvəl istəyirsiniz bir amaca yetişəsiniz, bir hökumətə yetişəsiniz, bir dövləti yıxasınız, bir dövlət qurasınız. Əvvəl gərək teoriz ola zehnində. Elə baxın, bu günləri İran deyən bir yerdə fikir eləyin ki, bizim teorimiz olmasa, nə cür indi İran əleyhinə danışarıq? Nə cür istərik Azərbaycan müstəqil olsun? Nə cür istərik federalizmdən ya istiqlaldan danışa bilərik? Ya nə cür? Bunların hangisini ki danışırıq? Əvvəl bunlar teori olaraq zehnə gəlir, roşən fikirlər yazılarların arasında mübahisə olur, yazılır, tökülür, nəqd olur, bu açılır, üzdən araşdırılır, üzdən bunun zəfiləri tapılır. Ondan sonra mümkündür ki, məsələn, biz indi 100 ildir mübarizə edirik Azərbaycanın istiqlalı üçün. 100 ilin içində bu fikir inkişaf edir. Bu günləri, məsələn, məşrutədə olan Azərbaycancılıq düşüncəsi onu, əgər var imişsə, onu bu gündən qoyun bir-birinin dibinə. Bu gəlişmə ki, bu günlərə Azərbaycanda şükür olsun Allaha, qızlar, xanımlar belə geçiblər kişilərdən, erkəklərdən önə geçiblər, düşüncə səviyyəsində, dil səviyyəsində, siyasət səviyyəsində, şeir səviyyəsində, kimlik səviyyəsində çalışırlar. Bunu biz nəyə borcluyuq? Bu 100 il o teorik bəhslərə borcluyuq. Dalda da düzdür, bəzən kitab yazılmayıbdı, qələm yazılmayıbdı, amma dalda da bunlar mübahisə olublar. Bunlar öz aralarında, insanların arasında 2 nəfər, 3 nəfər, 1 nəfər, hətta 1 nəfərin özünün içində araşdırılıb, yazılıbdır ki, nə olacaq, nə olmayacaq. Məsələn, biz dahi indi Talibovdan danışmırıq. Niyə? Çünki bilirik, İranlıdır, İrancı dərsən, pan-İranistdir və ziddi İslam və ziddi Türk bir şəxsiyyətdir. Belə bir şeydən biz uzaqlaşırıq. Gedirik o köklərə ki,
hətta o köklər əgər tarixdə getməmişik, onları tapmamışıq, modern tarixdə gələn insanlarımıza gedirik. Məsələn, Zehtabiyə gedirik. Ən əşyası budur ki, keçən yüzildə yaratdığımız insanlar ki, teorik çalışıblar, onlara gedirik. Onun üstünə bir düşüncə gəlir, istiqlal ya federal ya ayrı bir şey, hər nə şəkilci gəlir, bir danışıqların, teorilərin üstündə qurulur və biz o indi İslamda da əgər türklər Sasani dövründə deyirlər ki, qüdrətdədirlər. Sasanidən sonra gəlir İslam dövrünə, İslam dövründə yavaş-yavaş gəlirlər qüdrətə. O cür ki, İslamın 4 xəlifələri çıxın qırağa və bir də Muaviyyə dövrəsinin, Öməvi dövrəsinin bir Allah'ın çıxanın qırağa ki, türklər güclü gəliblər burada, indi ordunun içindədirlər. Savaşın içindədirlər, siyasətin içində, hətta Öməvi dövrəsində. O qədər güclüdürlər ki, Əbbasi dövrəsinə keçiddə rol oynayırlar türklər. Sonra da Əbbasidə o qədər güclənirlər, o keçiddə rol oynadıqları üçün o qədər güclənirlər ki, Əbbasidə xəlifəni götürüb, xəlifəni edam eləyib, xəlifəni gözünə dağ çəkib ötürə bilir, eşiyə əlindən hökuməti ala bilir və sonunda da əlbəttə bunlar heç birisi bir gecədə olmayıb. Dedim, bunlar zaman içində güc qazandıqca, etibar qazandıqca türklər siyasətdə, orduda eləyə biliblər. Axirdə də deyir, ağasın Əbbasilərdən aldıq, türklərə verdik. Və bu gün də xilafət bizim əlimizdədir. Mütəəssifanə Atatürk'ün işlərindən biri budur ki, xilafəti İslam dünyasından götürdü. Yəni İslam dünyası ki 1 milyard, yarım 2 milyarda yaxın insandır, bunların müdiriyyəti siyasilərin və dinilərin, türklərin əlindən aldı. Amma bu bir dənə işğal güclərinin zoru ilə bu qanun olubdur. Bu qanunun ləğvi Türkiyə məclisində, Türkiyədə bir məclis qurulmalıdır və xilafəti iadə etməlidir. Ta İslam dünyasında mənəvi olaraq liderlik yenə türklərdə olsun. Məsihiyyət dünyası mənəvi olaraq papın əlindədir. Və pap düzdür deyirlər şeydir, amma dünyanın hər yerinə getsə siyasət orada değişilir. Hər vaxt istəyir danışılsın, ya ölür, ya onu seçəndə siyasət dünyası ora gedir. Çünki ora siyasət mərkəzidir. Bu cür deyəcək, Amerikada Trump gəldi, ya filan gəldi, bunlar yox, bunlar hamısı bir mərkəz var. Heç olmasa din mərkəzi, siyasi mərkəzi, ora din mərkəzi deyəndə, din indi zahirən Avropada gedib dağılıyor, amma baxın Amerikada, Almanda Məsihiyyət partiləri iş üstədir. Fransada yox, amma oradadır. Və çox yerdə oturdu. Kanadada da oturdu, Amerikada da. Yəni, məsələn, Trump çox məsihicidir, çox dincidir. Bunu bizim əlimizdən Atatürk dövrəsində aldılar. Və biz də ondan sonra da bizim beynimizi değiştirdiler. Elə Atatürk'ün işlərindən biri budur ki, müsbət işi də ola bilər, amma mən mənfi iş çox görürəm Atatürk'də. O da budur ki, əlifbanı əlimizdən aldılar. Kitabları oxuya bilmirik. Demirəm ərəbcəni, heç olmasa Türkçə yazılmış kitabları oxuya bilmirik. Keçən ərəb əlifbası ilə yazılmışı İranda da oxuya bilmirik əlbəttə. Çünki bu bir siyasət idi ki, hər məmləkəti bunlar yıxdılar Osmanlını, 46 dana məmləkət düzəltdilər. 46 məmləkətin heç birisi eləyə bilmir ki, geçmiş xətləri oxusun. Hətta ərəblər belə oxuya bilmirlər. Yəni ərəblər ərəb dilləri oxuya bilirlər ki, əlbəttə təbii ki. Amma bu kitabları oxumurlar. Keçəcəkdəki kitabları oxumurlar. Onlar da dinci kitab oxurlar. Dinlə görə əgər bir şey yazıbdır, Maverdinin məsələn din kitablarını oxurlar. Mən özüm deyirəm, məsələn Hovzi Elmiyyədə olanda Maverdinin kitablarına görə oxurduq. Amma birdən heç vaxt eşitməmişdim ki, Maverdinin məsələn siyasət haqqında kitabı olsun, özdə 2 dana. Yəni biz əlan bunun hangi kitabını oxuruq? Kitabının adı Durar-ı Suluki fi Siyasetil Muluk. Əlbəttə indi bu Maverdinin də dostlar, mən icazə verin, Əbulhəsən Əl-Maverdi. Bunu mən burada yazdım. Görək ki, Əbulhəsən Əl-Maverdi. Görək ki, buna görə bu ChatGPT nələr bizə yaza bilir.
Bunu yazır. Ali İbni Muhammed İbni Habib el-Mavirdi el-Basri. Ha vaxt olubdu? Doğum tarixi 364 Hicridə doğulubdu. Yəni 1000 ildən öncə Basrədə. 450 Hicridə ölübdü Bəğdadda. Ərəbdir yəni. Ərəbdir amma müsəlmandır. Yəni mühüm buradır. İndi bunun kitabları bu arada yazıbdı. Yəni görək burada ən önəmli əsərləri Əl-Əhkamus Süleymaniyyə kitabının biri Əl-Əhkamus Süleymaniyyə İslam siyasət fəlsəfəsinin və kamu yəni toplum, ictima, kamu hukukunun təməl qaynaqlarındadır. Bir kitab yazıbdır, toplumun hüququ haqda. Yəni hüquq-i ictimai. Bizə nə deyiblər? Bizə deyiblər ki, Fransəlilər Jean-Jacques Rousseau 400 il bundan qabaq, 450 il bundan qabaq olsa, Jean-Jacques Rousseau hüquq-i ictimai haqqında kitab yazıbdır. Amma biz burada görürük ki, bu adam ha zaman doğulubdur, bir də bunu yazaq. Deyək ki, 364 Hicridə doğulsa, indi 1447 deyək, bundan çıxsaq, deyək ki, 450-də də ölübdür. 86 il ömr eləyib, deyək. 86 ili bunu yarıya bölsək, deyək ki, bu 400-də doğulubdur. Yəni, deyək ki, 400-də bu kitab yazıbdır. 400-i Hicridə. Çıxanda 1047 il bundan qabaq, deyək 1000 il bundan qabaq adam siyasət haqqında kitab yazıbdır. Yəni Firdosidən öncə, əgər Firdosi deyələn adam düz olsa, əgər o deyən düz olsa, onun sözləri düz olsa, yazdıqları ki, farslar da mötəqiddirlər, yarısından çoxu yalandır, ya yarısı yalandır. Biz də ki, mötəqidik kökündən yalandır. Amma əgər düz olsa, əgər ilə danışıram. O zaman ki, bu adam yox idi, ya var idi, elə o zaman bir nəfər Əraqda müsəlman var idi, Əbülhəsən Mavirdi adında kitab yazıbdı. Nə mənə? Kitabın adını oxurduq. Əl-Əhkamus Süleymaniyyə. Mövzusu nədir? İslam siyasət fəlsəfəsinin, İslam siyasi fəlsəfəsinin və kamu hüququnun təməl qaynaqlarından da yazır burada. Yəni, hüquq-i ictimai. İndi bizə Jean-Jacques Rousseau-nu niyə tanıdıblar 400 il bundan qabaq? Yəni, indi mən bunu Jean-Jacques Rousseau ilə belə qarşılaşdıra bilərəm. Çünki görək Jean-Jacques Rousseau, məsələn, ha vaxt olubdur, nə yazıbdır? Bu da onu yazıbdır. Yəni, fikir edin ki, 600 il Jean-Jacques Rousseau, Jean-Jacques Rousseau. Görək ki, bu Jean-Jacques Rousseau 1712-də doğulubdur, 1778-də ölübdür. İndi də neçədir? Buna baxaq. İndi bunu eləyək ki, 2026-ya girmişik, hələ 2-3 gündür, 4 gündür. Bundan çıxaq 1710, deyək ki, bu 1712, bu da 1778. Bu da olubdur 66 il ömr eləyibdir. 30 ilində qoysaq ortaya, onu da qoyduq, bunu da qoysaq ortaya. Deyək ki, 1740-da da bu kitab yazıbdır. 286 il bu adam öncə kitab yazıbdır. Əgər bu tarixdə yazsa, əlbəttə kitabın mümkündür burada yazsa, tarixini də yazsa o kitabların qərarda ictimaini burada yazıbdır. Amma tarixin yazım hangi tarixdədir? 1762-də yazıbdır. Tamam, gəldi, budur. 1762-də yazanda, yəni indi yenə bunu qeyd edərəm, dalıya təsdiq edərəm. 2026 deyək, 5 deyək, yox 5 dedik, 5 vurdum. Sırda 6 eləyək, deyək, tamam. Biraz da ona qazansın. Kitabı da 1762-də yazıbdır, 1762-də yazıbdır. Tamam. 264 il qabaq bu adam bir kitab yazıbdır. O adam Əbülhəsən Mavirdi, burada oxurduq. Əbülhəsən Mavirdi, o adam
hüquq, fəlsəfi siyasi və hüquq ictimai ya hüquq ümumi haqda hüquq ictimai tərcümə eləsəm daha yaxşıdır. Hüquq ictimai haqda kitab yazdığı neçə il qabaqdır? 1050 il qabaq. O kitab yazıb 200 bir də onu gələk bura. 264 il öncə də bu adam kitab yazıbdı. Təbii ki, bu arada 1000 ilə yaxın, yaxşı 800 il fasilə var. 850 il. 850 il Jean-Jacques Rousseau təcrübələrdən faydalanıbdı. Məsələn, hökuməti gəlib bölübdü fulana, bəhmana. Bu adam 1000 il öncə İslamda hüquq yazıb, amma biz bilmirik. Hüquq ictimai. Özdə nə mənə demir ki, şey yazıbdı. Yazır ki, nə mənə kitablarının adını burada yazıbdı. Deyir ki, burada hüququn təməlini yazıbdı. Hüquq payə. Xəlifənin görevləri, xəlifə, yəni hakimin görevləri, vəzirlik, ordu, yargı yəni ədliyyə, vergi, maliyyat sistemi gibi konuları sistemli biçimdə ələ alıbdır. Yəni baxın, bu konuları ələ alıb adam yəni danışıbdır. Xəlifə, yəni hakim, rəhbər, lider, şah, hər nə deyirsiniz deyin, rəis cümhur. Bunun vəzifələri nədir? Vəzirlərin vəzifələri nədir? Ordunun işi vəzifəsi nədirdir? Nə cür işlərini görəcək, nə cür savaşacaq, nə cürlər? Ordu, yargı, ədliyyə sistemi nə olacaq? Yəni, baxın, burada ordu, əslən bir üzünə düşsə, deyə bilərik ki, bir növ şayət burada da bir qüvvələri bir-birindən araşdırma var. Yəni, yargı ayrı-ayrı danışır. Əlbəttə, kitabı oxumaq lazımdır, bilə. Amma biz hər halda bizi qoymayıblar oxuyaq da. Yəni, ikinci əsəri bunun nədir? İbadüd ədəbüd dünya və din. Ədəbi dünya və din. Görək nə mənə? Əhlak, toplum düzəni və bireysel ərdəmlər üzərində bir seridir. Bir seri kitab yazıb, yəni bir dənə əsər, bir əsərdir, üzr istəyirəm, əsər. Bir əsərdir. Yəni əxlaq haqqında bu günləri fəlsəfənin ən önəmli konularından biri fəlsəfədir. Yəni məsələn deyirlər ki, xanım bir uşağı sala bilər ya yox. Hüquqda bu bəhs olmur, siyasətdə bəhs olur, amma əxlaq üzərə bəhs olur. Yəni məsələn birdən biri deyir ki, salmaq xanımların haqqıdır, eləyə bilər salsın, onun sağlığı filan. Biri də deyir ki, yox salmayaq filan deyir. Din məsələsi də var burada, əxlaq məsələsi də var. Hüquq da hələ girməyib ortaya. Yəni qanuna o zaman çevrilir. Amma orada nə olubdu? Gəlir buradan danışır. Əxlaq məsələsi toplum düzəni, yəni sosiyetydə, camiədə nə olacaqdı, nə cür şey olacaqdı, o düzən, tərtib, nəzm nə cür olacaqdı onu və bireysel ərdəmlər, yəni fərdi davranışlar, ərdəmlər, əxlaqlar nə cür olacaqdı? Burada gəlib bəhs elibdir. Üçüncü, yəni baxın kitabların konusuna əvvəl siyasət, ikinci əxlaqi, toplum və fərd. Gedir bunların üstünə. Üçüncü nədir? Təşiün nazar və təcilül zəfər. Fikrin beləsi, yəni bu türkçədə ərəbcəni yazmağın oxumamışam deyəcəm. Devlət yönetimində strateji və siyasi bilgəlik üzərinə yazılmışdır. Baxın, görürsünüz, üçüncü kitab nədir? Devlət yönetimində, yönetim yəni müdiriyyət, idarə. Devlət yönetimində strateji və siyasi bilgəlik, məlumat, daniş, bilgi üzərinə yazılmış bir kitab. Dördüncü kitab Əl-Havi Əl-Kəbir. Əl-Havi Əl-Kəbir. Şafii fikrinin fiqhə görə yazıbdır. Ən kapsamlı klasiklərindən biridir. Burada da gedir fiqh haqqında bir şeylər yazıbdır ki, oxunmalıdır, görməlidir ki, bu nədən ötürdür? İslamda dövlət törəsini
ilk dəfə sistemləşdirən düşünürlərdən biridir. Əsəri Əl-Əhkamüs Süleymaniyyə həm sünni siyasət anlayışını şəkilləndirmiş, həm də daha sonra Osmanlı və digər İslam dövlətlərində hüquq və siyasət literatürünə güclü etki bulunmuşdur. Yəni etkidə bulunmuşdur. Yəni diqqət edin. Mən dedim ki, əgər teori olmasa iş olmaz. Türklər nə cür iş üstə gəliblər? Teori gəlibdir. Teori zaman içində genişlikdir. Bu adam 1064 il bundan qabaq, 1060 neçə il bundan qabaq bir kitab yazıbdır. Bu kitabda İslamın haqqında 2-3 dənə kitabı bunun məşhurdur, əlbəttə çox kitabı vardı, mən biləni. Amma məsələn mən bunları bilmirdim. Doğrusunu axtarsa bu 3 kitab, 4 kitab ki burada indi bu insanın Allah rəhmət eləsin bunun haqqında yazıblar. Məsələn İranda mən fikrim heç kəs bunları bilmir. Çünki İranda çox bildikləri şeydir. İbn Sina əgər bilsələr, mən inanıram ki onu da oxuyan yoxdur və nədir o türklərin vəziri, Əxlaqi Nasiri dünən oxuduq. Onun yazan. İndi Əxlaqi Nasiri yazsaq gətirər də. Əxlaqi Nasiri. Əxlaqi Nasiri Xacə Nəsir Tusi. Xacə Nəsir Tusi bu iki danadan sonra heç bilmirlər. Yəni İslam dünyası deyəndə, çünki bunlar istəyirlər ki, hər şeyi İrana bağlayırlar. Hər şey ki İran deyil, türklər yazmış olsun, ərəblər yazmış olsun, ordu dilində yazılmış olsun, malezilər yazılmış olsun, Filipinlərdə yazılmış olsun, nə bilim, Endonezidə yazılmış olsun falan, bunları görmürlər və qəbul eləmirlər. İttifaqən, hətta bu ChatGPT ilə mən bir uzun danışığım olubdu geçən günlərdə filosoflar haqqında. Çünki bunun məndən bir xatirəsi var ki, mən farsca yazıram, danışıram. Tamamən, məsələn, dedim ki, İslam dünyasında 50 dənə önəmli filosofun adların və kitablarını yaz mənə. Hangi tarixdə doğulublar, hangi tarixdə ölüblər, bunları yaz mənə. Gördüm ki, bunlardan məsələn 30-u 50-dən qeyri-türkdür, amma İranlı deyə yazır. Bir neçəsi də ərəbdir, onlar da deyir ki, ərəbdirlər. Məsələn, Əndolosu deyir, ərəbdir, filandır. Sonra dedim, sən niyə bunları İranlı hesab edirsən? İran taza bir şeydir. Üzr istədi. Tamam, mən üzr istəyirəm, bəli, çox şey oldu. Bir də tazaşdan dedim, onda 100 dana yaz. 100 dana yazdı. Məsələn, filosof deyəndə gəlir, məsələn, dökü şəriətini, suruşu, filanı, indiki bu adamlar var, ha, 50 nəfər içində bunları soxuşdurur. Ki, İrancılığı görsəsin. Amma elə ki, deyirsən, ağa, genə də yazmadı. Yazdım ki, İslam dünyası nə İrandır, nə Türkiyədir, nə Ərəbistandır. İslam dünyası, Malezisi var, Endonezisi var, Filipinləri var, Afrikası var, Asiyası var, Çini var, Uyğurları var, Rusiyyənin geçmişcə İttihad-ı Cəmahir Şurəvidə olan türklər var, müsəlmanlar var, indiki Rusiyyədə xudmuxtar cumhurilər var, onlarda da filosoflar var. Niyə onları yazmırsan? Tamam, bunları istəyəndən sonra o ChatGPT başladı mənə, tamam, Türk Cumhuriyyətində olanlar bunlardır, üzr istəyirəm, Çindəkilərin bu filosofları bunlardır, nə bilim, Rusiyyənin, geçmiş Rusiyyənin İttihad Cəmahiri Şurəvi və Tezarın əli altında olanlar bunlarda bu filosoflar vardı, indiki Rusiyyədə olan türklərin bu filosofları vardı. Yavaş-yavaş bölgə-bölgə gəldi. Yəni, kitablar, ChatGPT də bu məlumatı hardan gətirir? İnternetdən gətirir. İnternetə qoyulan kitabları ki, oxuya bilibdir, ya veriblər buna, oradan eləyə bilir məlumat hələ toplasın. Və bu İranlılar yazdıqları şeyi istir versin mənə. Bundan eşiyə getmir. Deyirəm, mən vaqəən, məsələn, bu günə qədər Mavirdinin fəlsəfi, siyasi olduğunu görməmişdim və eşitməmişdim. Yəni, heyf olsun ömrümü mən bu haqda
hədərə vermişəm. Yəni düşünürdüm ki, əl-millət sözü ta-i tənis ilə olanda, millət din adınadır, ədda-i t ilə olanda, 2 nöqtəli uzun t ilə olanda bu şey adınadır, millət-i novin taza bir millətdir, məşrutə ilə yaranıbdır, filan bəhman. Vav! Deyirdim, adam bizim nə səfeh bir şeyimiz vardı. Deməyinin, ağa bu Fars dövlətinindir. Taza bir İranın yaratdığı bir düşüncədir. Burada insan gəlibdir, 1046 il bundan qabaq kitab yazıbdır. Yenə də bunu qeyd saxtarıya, mən onun tarixini itirdim. Əxlaq-ı Nasiri də 633 Hicri qəməridə yazılıbdır. Yəni, bunun özünü də hesablasaz, yəni görün ki, mən bunu da hesablayayım maşın hesabına. 1447-ci ildir, yox, bundan çıxsaq 633-cü il öncə, 814 il öncə bu kitab Xacə Nəsir Tusi yazıbdır. Nəsireddin Tusi yazıb, Nəsirdir, Nasir də ola bilər əlbəttə. Yazılıbdır. Əxlaq, tərbiyyət, tədbir-i mənzil və tədbir-i keşvər. Ki, dünənləri bunların üçündə orada o şeydə oxuyanda rastlaşdıq. Amma bundan da 250 əvvəl Maverdini dedi. Əbülhəsən Maverdi bunun kitablarına niyə tarix qoymayıbdı? Kəş buna da tarix qoysaydı. Məsələn, dedik ki, neçədə yazılıb, dağılıbdır. Özümüz orta tutduq da, dedik ki, 340 ilə 450 arasında olubdur. Biz bunu 364 ilə 450 arasında yaşayıbdır. Biz bunu qoyduq 400. İndiki yaxşı, bunu da 1447-ci ildir. Bundan 400 çıxsaq, beləsi elədik. 400 çıxsaq, 1047 il bundan öncə bu adam kitab yazıbdır. Nəsrəddindən 300 il öncə kitab yazıbdır. Yəni, Xacə Nəsir Tusidən 300 il Xacə Nəsir 300 ilin təcrübələrin, bəhslərin, teorilərin toplayıbdır, bu kitaba getirməlidir. Yoxsa Xacə Nəsirin taza bir sözü olmaz deməğa. Və Xacə Nəsirin, yəni bizlər nə qədər ahmaq yetişdiriblər bizi danışqahlarda, mədrəsələrdə, sistemdə ki, heç fikirləşmirik ki, bu Xacə Nəsirin fikri hardan gəlibdir? Bunun kökü hara dayanır? Hər bir fikrin bir kökü olmalıdır. Tamam, biz İstiqlal haqqında ya federal haqqında İranda danışanda kökü var. Kökü hara gəlir? Bir budur ki, dünyada məmləkətlər müstəqil olublar, ora dayanır. Bir budur ki, dünyada federallar var, onları da görürük, onlara dayanır. Bir də budur ki, geçən yüzildə bizim bir ictimai, siyasi hərəkətlərimiz olubdu. Bir məşrutə hərəkəti olubdu. O zamanki Məmalik-i Məhrusənin qanunlaşdırıblar, Əncümənhay İyaləti Vilayəti deyə getirdiblər rəsmi qanuna getirdiblər, hüquqa. Öncədən sünnəti olaraq devam da orada getirdiblər hüquqa. Ondan sonra Şeyx Məhəmməd Xiyabani, Allah rəhmət eləsin, Azadistan deyə bir məmləkət qurubdur. Bu Azadistan əlbəttə o da Osmanlı bayrağı altındadır, sonunda. Düzdür, Osmanlı ilə müxalifət edilir zahirdə. Çünki hər halda. Ondan sonra Pişəvəri vardı. Ondan sonra 57 vardı. Və bunlarda biz görürük ki, qətliam oluruq. Yəni, gəlirlər Şeyx Məhəmməd Xiyabaninin özün və adamların, tərəfdarların qətliam edirlər. Pişəvərinin gəlirlər, adamların qətliam edirlər. Ən azından biz bilirik ki, 25 min nəfər ən azından adam ölübdür və ondan da çox adam qaçmağa məcbur qalıb və təbid olublar. İranın pis yerlərinə və bəziləri hətta təbid olublar ayrı torpaqlara. Bu teori oradan gəlir. Və sonra 57 hərəkatı gəlir. 57 hərəkatında mən uşaq idim, düzdür kiçik idim, amma mədrəsəni biz tətil elədik. 5 dənə mədrəsəni mən özüm şəxsən 2-3 dənə dostumuzla mədrəsələri tətil elədik və çıxdıq etdik amuz pərvərişin qabağına amuz pərvərişi eləməyə. Orada Azərbaycan dili, rəsmi, türkcə, yəni rəsmi dərs oxulsun filan istəyimiz idi bizim. Yəni bunlar dayanır deyə böyüklərimiz var idi, ondan sonra siyasətdə filan o bəhslər ortaya çıxır və görürsünüz ki, bu günləri
Allaha şükür, kiçik yaşlı nənədən doğan uşaqdan ta qoca kişiyəcən hamı ana dilindən, hüquqdan, iqtisaddan, siyasətdən üzr istəyirəm. Hüquqdan, iqtisaddan, siyasətdən danışırlar, hamısından danışırlar. Yerimizin işğal olmasından, geri qalmasından danışırlar və bu siyasətin ən aşağı səviyyəsidir. Yəni adam qorxur deyir ki, ağa istiqlal istiyoruz, gəlir deyir ki, Azərbaycan talan olur, futbol belə olur. Yəni futbol ki görürsüz, heç kəs demir futboldur. Heç kəs futbola, traktora görə getmiş ki, bu traktordur. Hamı siyasətə görə gedir ora. Amma siyasəti o cürsü görür. Necə məsələn Cumhur İslami ilə müxalifət eləməyə adamlar, məsələn, mən özüm yəni, birinci dəfə Ruznamə Səlamda işləyirdim, t-shirtlə getdim ora, Ruznamə Səlama, Xoeyniha göyə getmişdi cələsədə, Abbas Əbdi durmuşdu, etiraz eləmişdi ki, yox, paltarda nə fərq vardı, bizim onun paltarı ilə nə işimiz vardı, yazısı ilə, beyni ilə işimiz vardı. Sabahısı mənə dedilər də sabahdan mən şeyinə t-shirt ilə gəlmədim. Gəldim gördüm Abbas Əbdi sarı t-shirt ilə dolanır. Ondan sonra yenə yavaş-yavaş orada hamı t-shirt ilə gələ bildi. Yəni bizim belə yəni o mübarizə nə idi? T-shirt geymək, nə bilim başını tərsə vurmaq, əcib vurmaq, nə bilim qaşını almaq filan bunlar mübarizəyə form olmuşdu. Hər halda təəssüflə bizim İslam dünyasında, yəni nədən oldu? Avropalılar ki, gəldilər, Türk hakimiyyətini və xilafəti aradan apardılar bizim öz əllərim, öz adamlarımızdan, Türk görünən insanların əli ilə və nə mutlu Türküm deyən insanların əli ilə bizim gücümüzü dağıtdılar, zərrə-zərrə elədilər. Bir var ki, 1 milyard müsəlman biz Türklərin əlində idi, əlində qalıydı, gecə-tezə o güc siyasi gücə çevrilərdi. Bir də var ki, onu həm torpaqlarımızı kiçik-kiçik elədilər, ayırdılar. İndi 40 dana, 46, 47 məmləkət var. Ki, heç hamısının gücü kiçik-kiçik, ordusu kiçik-kiçik, iqtisadları da zəif, zorları çatmır ki, bir dana güclü düşmən var. Çox böyük bir 2 milyarda yaxın gücə sahib, insan gücünə, iqtisadına sahib Məsihiyyət dünyası var. Onun qarşısında biz hala özü çox ağıllıdır bu şeylər. Bunlar istəyirlər ki, bizi yıxalar, öz əlləri ilə yıxmırlar. Yahudilərin əlləri ilə yıxmağa çalışırlar. Tamam günahları salarlar Yahudilərin başına. Gözəl bir tarixdə təcrübələri vardı. Özlərin şeyə çıxadalar. Paça çıxadalar. Hər halda təəssüflə biz görməmişik bu kitabları. Mən çox sevinirəm bu günləri bu sayta sizi tanıtmaq bahanası ilə girdim. Və bundan biraz oxudum, gördüm ki, Əl-Babul əvvəl fi əxlaqil məlik. Məlikin görək ki, burada nə deyir? Əxlaqul insanil həsənəti vəl-məzmumə. Yaxşı və pis əxlaqlı. Eləm, innəl insənə mətbu'un ələ əxlaqin qəllə ma hamidə cəmi'uha o zəmmə sairuha və innəməl qalibu ən bə'zuha məhmudun və bə'zuha məzmumun qaləş şair. Bilginə ki, insan sevməlidir ya istəməlidir əxlaqının üstündən. Qəllə ma həmidə. O şeylər ki, yaxçıdır əxlaqda, onlar sayı azdır. Əlbəttə, həmidə burada elə qəllə ma həmidə cəmi'uha o zəmmə sairuha. Qalanları da pisdir. Və innəməl qalibu ənə bə'zuha məhmudun və bə'zuha məzmumun. Qalib düşüncə budur ki, bu əxlaqların bəzisi yaxçıdır, məhmuddur, sevməlidir, sevilmişdir və bəzisi məzmumdur, pisdir. Və buradan başlayır və ləysə yumkinu səlahi məzmumuha bittəslimi ilə təbiəti və təfvizi ilə nəhizəti İlla ən yərtazə ləhə riyazətən tə'dibin və tədricin fəyəstəqimu ləhud cəmi'u bə'zuha xəlqun mətbu və bə'zuha xuluqun mətbu bə'zuha xuluqun mətbu və bə'zuha təxəlluqun məsmu'un ləənnəl xulqə təb'un və təklifun. Yəni, diqqət buyursunuz, görürsünüz ki, əxlaqdan bir şeylər istir desin. Mən də ərəbim, əlbəttə bunları düşündüm, yəni bunda şeyim yoxdur. Amma vaqiyyət budur ki, bunları dərin düşünmək üçün ərəb dilinə müsəllət olmaq lazımdır. Həm də o zamanın ərəb dilindən. Yəni bu necə bizim
dilimizdə Türkçəni indi gedirik bu kitabı ilə burada qoyuram gedək ora. Burada əlbəttə bir şey gördüm, bunu oxumasam olmayacaqdır. Və şəriful əf'ali la yetesərrufu fihi illa şəriful əxlaqi səvaun kânə zâlikə təb'ən əv tətəbbuən və qəd nəbbəhəllahu təala buranı bəyə oxuduq. Gedək aşağıda. Qalə fəizə bədəəl insanu bi siyasəti nəfsihi kânə ələ siyasəti qeyrihi əqdər. Deyir ki, o zaman insan eləyə bilər, öz nəfsin siyasət eləyə. Siyasət burada İranda deyirlər ki, siyasət be məniyə vurmaqdır. Təədib. Təədib də demirlər, əlbəttə yəni şallaq vurmaq deyirlər. Amma burada nə deyir? Deyir, fəizə bədəəl insanı be siyasət nəfsihi. O zaman ki, insan başlayır özünün nəfsinin, içinin, ruhunun siyasətinə, yəni özün idarə sistemin nə cür eləyəcəkdir? Kânə ələ siyasəti qeyrihi əqdər. Onda eləyə bilər ki, özündən qeyrisi adamları da siyasət eləyə bilsin. Əvvəl gərək özün siyasət eləyə. Əvvəl gərək öz evinin için siyasət eləyə bilər, eşiyi də siyasət eləyə. Yoxsa əgər adam öz evini idarə eləyə bilmirsə, bu günləri bir nəfəri bilirsiniz, çox yaygındır bu haqda, eləyə bilməz ki, eşiyi siyasət eləsin. Və izə əhmələ muraat nəfsihi, o zaman ki, ehmallıq eləyə. Ehmal türkçədə də işlənir, yəni əhəmmiyyət verməyə. Əhmələ muraat nəfsihi kânə bi ehmal qeyrihi əcdər. Əgər özünün istəyin, canın, rəftarın, davranışın muraat eləyən məsəl, ehmallıq eləsə bunda, eləyə bilməz ki, o birislərdə daha çox ehmal olar. Və qəd qalə bəzil hükəmaül mütəqəddimin, mən bədəə bi siyasəti nəfdihi ədrəkə siyasətən nas. Qədimki fəlsəfələr deyiblər ki, hər kəs ki başlaya öz nəfsin siyasət eləməğa, idrak elər ki, insanları necə siyasət eləsin. Yəni, İranda bizə bu mənanı əslən siyasətdən verməyiblər. Və qəd qilə fil mənsuril həkəm, kitab ki, adı Mənsuril Həkəmdir, orada deyibdir ki, yəni bu adam işarə edir ərəblər yazdığı bir ayrı kitaba ki, adı Mənsuril Həkəmdir. La yenbəği lil-aqili ən yetlubə ta'ətə qeyrihi və ta'ətə nəfsihi əleyhi mumtənə. İndi, əgər mən əcəba, məsələn, Maverdini calibdir, bunu qoyum qalsın, gedim Maverdi görək ki, Əbbasi dövrəsində gərək olmuş olsun. Əcəba Əbul Həsən Maverdi Əbbasilər döneminde yaşamış mı? Çıraq şeyi bu, bəli. Deyir ki, bəli, Əbbasi xilafəti. Əbbasi xilafəti, dostlar, bəli, Həsən Əl-Maverdi qətlən Əbbasilər dönemində yaşamış alimdir. Doğum tarixi 364'də, ölüm tarixi bu tarixdə, yaşadığı şəhərlər Basra və özəlliklə Bəğdad. Məzhəbi Şafiidir. Görürsünüz, burada buna görə bir şey yazıbdır. İndi bu Əbbasi dövrəmi mən istirdim soruşam ki, niyə Əbbasi dövrəsi? Buna görə ki, Əbbasi dövrəsində bizə deməyiblər, biz oxumamışıq ki, məsələn, vaqəən məsələn Əbbasi dövrəsində qoy Google-dən soruşum ki, Əbbasilər çağında neçə kitab xarici dillərdən ərəbcəyə tərcümə olmuşdur. Tamam, görək ki, o zamanda bir tərcümə şeyi başlayıbdır. Nehzət əslən məşhurdur tarixdə. Mən şah zamanı kitablarda oxuduğumu deyirəm ki, şah zamanı heç olmasa bunu yazırdılar ki, Əbbasi dövründə bir tərcümə hərəkatı başlayıb. Burada da onu yazdı, baxın. Əbbasilər çağında özəlliklə 8-10 yüzyıllar, yəni bu 8-10 deyəndə şeyə gedir, Məsihi yüzyıllərindən danışır. 2-4 hicri, yəni
200 ilə 400 arası İslamın, Həzrət Peyğəmbərin hicri asırlar tərcümə hərəkatı çox böyük çapda gerçəkləşdi. Buna tərcümə əsri, hərəkəti tərcümə eləyiblər özləri, hərəkət o tərcümə. Əsri burada tərcümə eləyəndə türkcəyə deyirlər əsr. Denir, yəni deyilir və mərkəzi Bağdaddakı Beytül Hikmə bilgilik evi oldu. Kaç kitap çevrildi? Kesin sayı kaynaklara göre değişir. Çünkü hepsi kayıtlı değildir. Fakat akademik tahminler şöyledir. 2000 ile 10.000 arası eser yabancı dillerden Arapçaya çevrilmiştir. 2000'den 10.000. Yani ortasını tutsaq, onlar məsələn 6.000, 6.500. Ya 5.000 tutsaq ki, şey olar, aşağı şey olar. Çünki bu 2000'dir, 2000'i gərək şey eləyək. Ən aşağı budur ki, burada 5.000'lərin gərək, ya 2'dir, ya aşağı budur ki, 2000'dir. Ortası 5.000'dir, yuxarısı 10.000 kitap. O zaman özü bir kitabxanadır, yəni 10.000 kitap danışanda ya hətta 2.000 kitap danışanda az kitap deyil, bir böyük kitabxanadır. Və bu 2.000 kitabı tərcümə eləmək, yəni ki bunun 2.000 nəfər adam gəlir orada iş işləyə. Və bunları yazırdılar, buna görə yazmırdılar ki fəqət tərcümə olsun. Bunu oxuyanlar var idi. Bunu oxumaq üçün məktəblər var idi, fəlsəfəxanalar var idi. Onlarda bu kitablar məsələn nədir? Hoppan kitabı değildi ki. Bu kitablar düşünce kitabıydı. Düşünce kitablarını burada tərcümə edirlər və bunların üstündə bəhs olur, mübahisə olunur. Onun indi acaba məsələn burada əlbəttə çoxlu sorular soruşmaq olar ki, məsələn türklərin nə rolu var idi? Bazı araşdırmacılar küçük risalələr və təkrar nüshələr dahil edilirsə 20.000'i aşan, deyir ki, kiçik risalələr də ki vardı, geçəcəkdə kiçik risalə diye bir şey yoktu. Risalə dediğin kitap hesab olurdu. Çünkü her şeyi kiçik yazırdılar. Kağız çox baha idi. Yazmaq çox baha idi. Onu bir tane kitabı 100 səfə yazanda onun xərci məsələn olurdu 1 ay hüquq. 200 səfədə olanda 2 ay hüquq. Bunu 20 səfədə yazanda olurdu məsələn 1 həftənin hüququnu verirdi. Ona göre kitap üçün çox baha idi. Ona göre ki İbn Sina deyir ki filan kəsin kitabını anlaşmaq üçün mən onu 20 dəfə oxudum. Çünki kitab o qədər şey yazılıbdı ki, xülasə yazılıbdı. Ona görə hər sözün anlayasan. Onu anlayandan sonra eləyə biləsən. O ki mən ərəbini indi məsələn mənə verdiyin kitabını oxudum dedim, bunu oxumaq lazımdır. Buna görə ki cidden bu zehnimə düşdü. Mən bu adam gedə bunun üstündə tez işləyə. Mənə verdiyin üstündə. Düzdür, Türkiyədə həttəmən işləyiblər, amma Fars dilində yoxdur. Ya bizim Güney Azərbaycanda bunu düşünmək üçün ehtiyacımız var, belə bir şeyləri bilək. Ən güclü görüş nədir? Binlərcə kitab və 10 binlərcə kısa metin çevrilmiştir. Pəs ən qıssası güclü şey budur. Yəni çox alimlər, araşdırmacıların çox sözünün çoxluğu buna inanırlar ki, binlərcə kitab və 10 minlərcə risalə var. Hangi dillərdən? Bir, Grekçə, Yunanca. Grekçə olacaqdır. Grekçə, Yunanca. İkinci, Süryanicə, Aramicənin bilim dili formu. Üçüncü, Farsça, Fəhləvicə, Orta Farsça. Dördüncü, Sanskritcə, Hint dilləri. Beşinci, daha az hangilərdən? Kıpti, Latincə, Nabatcə gibi dillərdən. Tamam, görürsünüz ki, bunlardan tərcümə olubdur. Bu tərcümələri de dedim, bir şey yazar. Yəni bir büyük
kitlə qazanır, düşüncə əhli qazanır. Onun dövrəsində yazanlar, tərcümə edənlər, məsələn, fərz edin ki, biri Yunan dilini gərək bilə, sonra onu tərcümə eləyər, ərəbcəni də yaxşı bilə. Yəni onu da yaxşı bilə, bunu da yaxşı bilə. Və bir dənə Yunanlı adam tapmalıdılar, şey bilsin, ərəbcəni biraz bilsin, bir dənə də ərəb tapmadılar, Yunancanı bilsin. Bunlar otursunlar, bir kitabı qoysunlar qabağına, onun üstündə mübahisə eləsinlər, danışsınlar, onu çevirsinlər bir dənə mətnə ki, hər iki tərəfin bu özü bir dənə bəhs olur. İndi mümkündür ki, bu bəhslər bir nəfərin arasında olmuyor. Məsələn, Yunancadan çevirəcəklər, bir 50 dənə Yunanca bilən ola ki, orada gərək bunları işləyərlər və eləyə bilərlər, bu kitabları çevirərlər. Hər halda mən fikirlərim ki, 40 dəqiqədən çoxdur ki, 55 dəqiqədir ki, bu haqda danışıram və çox da gözəl ki, nə yaxşı ki, bu kitabı gördüm. İndi bu kitabın fərqi budur. Baxın, bu kitabı istədim bunu deyəm. Bu kitab ki, Süleymaniye kitabxanasında onlayn indi əlan görürük. Bunu download yeri də var, eləyə bilirik, download eləyək. Amma bunun gözəlliyi budur. Bu tərəfində, sağ tərəfində ərəbcəsin, sol tərəfindəki latin əlifbası ilə türkcəsində yazılıbdır. Yəni, məsələn, mən istəyirəm bunu oxuyayım. Məsələn, deyək ki, lakinnə səkinətə vəl-viqara Əhməd və əvla bihi minəl-kübəri vəl-icab və minən-nasi mən la yufarriqu beynəl kəbəri vəl vigari və hada cəhlun bemanahuma. Burada gəlir, burada şumarə də qoyubdur. 5-ci paragrafı tərcümə eləyəcəkdir. Görürsünüz, diqqət buyurun, sətirləri, üzrəm, sətirlərdir. Yəni, hər səfədə sətirlərə nömrə verilərək sətirləri tərcümə edir ki, adamlar bilsinlər hangi sətri tərcümə olur. Gözəl bir iş görübdür. Sağ olsunlar. Bu kitab neçə səhvədir? Calibdir. 196 səhifədir. Deyək ki, bunun yarısı tərcümədir, yarısı da şeydir. O şeydir. Bunun indi burada oxumağı vurmuşduq. Burada indiri vursaq, bu kitabı indiririk. Mən də bu kitabı vurum indirsin mənim üçün. Bu kitabı sevdim. Əlbəttə, fəlsəfə haqqında çoxlu kitablar var. Mən elə birincisini açmışdıq, onu oradan gördük. Əl-Fəvaidül Hakkaniyyə. Yaxşı, bu Əl-Fəvaidül Hakkaniyyə Dürərül Hukuki Dürərül Suluki fi Siyasetil Muluk. Bunu oxuduq. Buna da bir baxın. Bu da hüquq haqqında idi, girişdirmənəsəm. Əl-Fəvaidül Hakkaniyyə. Bunun ərəbcəsinə bir baxaq. Görək ki, bu elə bir bunu açmışmışam. Hətmən bunu açmışmışam. Çünki buradan bir şeylər gəldi. Bismillahirrahmanirrahim. Əl-Fəvaidül Xaqaniyyə. Ona Hakaniyyə eləyibdi. Mən Hakan yazdığı üçün onu şey olmuşam. Sədrəddinzadə Məhəmməd Əmin Şirvani. Bunu gördük bayaqları. Burada başlayır. Yəni adi siyasətdə əslən. Mən bunu da download elərəm. Gedim bunu məsələn bir 20-30-cu səhifəsində görürüm ki, türkcə yazıb, yoxsa ərəbcədir. 712 səhifədən ibarətdir bu kitab. Yarısı latincədir, yarısı ərəbcədir. Onun üçün indi buradan bəzi səhifələrə baxın görürüm ki, Məsələtül Əs-Saniyyə fi ennəl ismə yəsihu ən yəxbirə ənhu dunəl fe'li vəl hərf. Görək bu da Elmül Məani. Fikirəm bu kitab çox nə mənə idi adı? Fil cəm'il ma'rifəti billam. Burada feilən ədəbiyyatdan da Elmül Bəyan. Elmül Bədi. Burada ulumdan, müxtəlif elmlərdən danışır. Elmül Uruz, şeir qismətlərindən danışır. Elmül Qafiyyə. Elmül Qərz-ü Şeir, Qərz-ü Şeir, Elmül Nəsr, Elmül Dəf'ül Nəmənə, Əl-Məta'ini Ənil Qur'an, Qur'andan bəzi şeyləri rəf eləmək, rəf-i şübhə, rəf-i filan. Elmül Xət, xət yazmaq, Əl-Məsirətü fi Ulumil Əqliyyə. Buradan başlayır, kitabın ortalarından başlayır.
ulum-i əqliyyə gedir, elmi məntiq, elmi adab-ül bəhs və münazirə, nə tür bəhs və münazirə eləyir. O calibdir, yəni elmül hikmətül işraq. İndi burada bizə deyiblər ki, hikmət-i işraqı kim yazıbdır? Bunu kim yazıbdır? Əvvəl bunun bilsək ki, bu hangi ildə yazıbdır? O calibdir. Bu da mənə calibdir. Yəni bəzən Sədrəddin Zadə Məhəmməd Əmin Şirvani. Məhəmməd Əmin Şirvani Sədrəddin Zadə. Məhəmməd Əmin Sədrəddin Zadə Şirvani. محمد امین صدرالدین الشیروانی محمد امین صدرالدین شیروانی آمده است که عالم و نویسنده دوره اوایل دوره عثمانی سده های bu miladini yazıbdır. Məhəmməd Əmin nami kamil Məhəmməd Əmin Sədrəddin Əl-Şirvani o da zaman zindagi ta hudud 1036 hicri yəni bu 500 il bundan qabaq 511 il bundan qabaq bu adam diriymiş. Əcəba istirdim görüm ki, əcəba bunu ona görə dedim ki, əcəba bu Hikmət-i İşraqı yazan nədir adı? 500 neçə il oldu? 516 511 il. 511 il qabaq Məhəmməd Əmini Sədrəddin Zadə Şirvani. Bunu yazım 511 il bundan qabaq bu adam kitab yazıb. Onu istəyirəm, nəzərdə tuturam. İndi görək ki, o nə idi? Şeyxül İşraq deyə bir şey var. Şeyxül İşraq. Görün bunu gətirir. Şəhabəddin Söhrəvərdi. Tamam. Şəhabəddin Söhrəvərdi 549-da mütəvəllid olubdur. O da neçədə idi? Təvəllüdlərin. Dedi ki, bir də qatışdırdım bunu. Şəhabəddin Söhrəvərdi 549 hicri qəməridə mütəvəllid olub. Tamam, bu o qabaqdır, bu öncədir. 587-də də ölübdür. Yəni çox da az ömür eləyibdir yazıq. 37-38 il ömür eləyibdir. Çox cavan ölübdür Suriyədə. Bunun yazdığı bu öncə, yəni Şirvanidən öncədir. Şirvani 511 il öncə, bu təqribən 850 il öncə ya 900 il öncə. Tamam. Tamam. Bu da calib bir kitabdır. Hər halda bunları bağlayaq ki, görək ki, bugünkü kitab hangi kitabı oxuyuruq. Hər halda bu günləri bu kitabxananın bu kitabları haqqında danışdım. Məncə biz Güney Azərbaycanlılar, burada kitab download oldu bura. Biz Güney Azərbaycanlılar fəlsəfi düşüncələrimizi, siyasi düşüncələrimizi genişdirmək üçün və Avropa və Amerika dediyimiz Məsihiyyət dünyasının yaratdığı mühəndislik cəhlilərinin etkisindən, təsiratından qurtarmağımız üçün məcburuq qeydaq Türk və İslam dünyası yaratdığı düşüncə kitablarına və onlardan düşüncələrin kökün alaq. Çünki o düşüncələr bizim toplumumuzda var. Biz o düşüncələri istər-istəməz yaşanır orada, burada.
Demirəm ki, kamil yaşırıq, amma orada burada bunlar vardılar. Biz onu şey eləsək dahi rahat olduq. Bir dünənləri biz gəldik ora əxlaqi tip əxlaqi əlayi. Bu əxlaqi əlayi nöqtəq burada bir tip bir də yazıblar, amma mən o tip 5 görmədim bunda dünənləri. Əhkam-ı Nucum Türki, bunu fikir edirəm ki, öncədən bunlardan birini şey eləmişdik. Görək bu Əhkam-ı Nucum Türki neçə səfhədir? 59 səhifədən ibarətdir. Və əvvəl kitabın qiyafəsinə baxaq. Təəssüflə icazə vermiş ki, bu kitab qıssalsın. Yəni bunu çox gözəl şey eləyiblər. Bundan izafi qıssa almış kitabın özünü görək. Məcburuq ki, bunu hey o yüz eləyək. Baxın, kitabın ələn bu birinci açanda elə beləsi götürüblər. Cildinin əksini götürməyiblər. Bu kitabın əpriməyin, çürümağın görürük. Yəni kamil həm buraki orta Şirazədir, cırılıbdır. Bu qıraqlara da baxırsınız, çürüyübdür kitab. Aradan gedibdir və çoxlu yerdə yazılar da aradan gediblər. Görürsünüz, gətirirəm aşağıya kitabın başına. Kitabı da tərsə qoyublar. İndi görək, axirəcən tərs olsa yaxşı olar. Çevirər özümüz. Mən bunu çevirim elə beləsi. Görək ki, nə olur. Tamam, beləsi. Kitabı çevirdik. Kitabxane-i Danışkədə Ədəbiyyat və Ulum İnsani ehtimalən danışgah Tehranda olacaq bu. Tehran Bilim Yurdunda olacaq. Nam-ı kitab Əhkam-ı Nucum Mənzum şeirinəndir. Müəllifin adı yoxdur, mütərcimin adı yoxdur. Tarixi təhrir yazmayıblar. Növ-i xətt təsdi nəstəliq dər haşiyə be tərz çəlipa. İndi bu çəlipa nə deməkdir bilmirəm. Nəstəliq haşiyədə be tərz çəlipa. Yəni orada da var. Tədadı oraq 56-dır, tədadı sətr 15-dir, dil türküdür. Mövzu nucum. Uzun kitabın uzunluğu 20 sant yarım. Eni 14 sant 2 milimetr. Xəridar alan kimdir? Danışkədə Ədəbiyyat. Tarix xərid İsfəndi 1351. Şumarə səbt 307-də bu kitab səbt olubdur. Qəfəsi xani şud. Bu da qəfəsə. Kitabın altında bu şeyi də yapışdırıblar. Bir şey burada yazılmışmış. O da təəssüflə görünmür. Kitabın cildini indi görürük bu tərəfdə. Bu tərəfdə də kitabın yazısını görürük. İn kitab Həqir İshaq İbni Ali Cədidul İslam. İn kitab Mali Həqir İshaq İbni Ali Cədidul İslam ya Ağa Ali Cədidul İslam. Bu onu yazıbdır. 1327 Səfər ayı 12-sində. Ya da 22-sində. 12-si olacaqdır. Bu 2 sonra latincə yazılıb bura. Bir şeydir yazılıbdır. Nədir bilmirəm, yazılıb bura. Kitabın, hər halda indi biz kitabın yazılmış tərəfini görürük. Başını görmürük kitabın. İndi cırıqlarını da burada görürük. Baxaq, bundan izafi kiçikləmir. Danışgah çox yaxçıdır ki, danışgah heç olmasa bilim yurdu, Tehran bilim yurdusu bu kitabın gözəl bir keyfiyyətlə qoyubdur. Çünki kitab özü çürükdür. Bunun da keyfiyyəti yaxşı olmuşdur. Amma heyf ki, 2 səhifəni yerləşdirib kitabın 2 səhifəsini qoyubdur PDF-in 1 səhifəsinə. Kitabın PDF-də göründüyü 59 səhifədir. Kitabda olacaqdır 120 səhifə təqribən. Bu da bunun yazısı çox gözəl bir yazısı var, görürük burada. Yenə mən beləsi çəkirəm ki, bu tərəfi görürük da bir tərəfini görsək kafidir. Çünki bundan izafi yerləşmir. Kitabın ortası belə cırılıbdır, amma xətt çox gözəldir. Görürsünüz, kamilən əpriyib, tökülübdür, çürüyübdür. 3-cü səhifəsinə baxırıq. Hətta bunun ortasını yapışdırıblar bir ayrı kağızına. Çəsb yapışdırırlar. Şiraziyə yapışdırıblar ki, kitab səhifəsi tökülməsin. Sağ olsunlar, saxlamaq üçün. Onun da üstündə bir yazı var. Və ta indi əcəba bunu bir ayrı kitabdan cırıblar, nədən cırıblar? Bu da özü bir məsələdir. Ola bilər, belə bir işlər olar. Birdən görürsünüz ki, bir yaxçı kitabı
qurbanı elirlər bir ayrı. Şimdi məsələn bu kitabı niyə saxlayıblar? Ehtimal verirəm. Çünki məsələn falana zada bağlı olacaq. Ona görə bunu saxlayıblar. Amma məsələn ola bilər birdən bir siyasi kitab olsun, ərəbcə ya türkcə, onu aradan aparmaq üçün belə bir işlər də görə bilərlər. Yəni farsların əlindən hər nə desəz gələr. Burada da görürük ki, təəssüflə gəliblər kitabın üstünə möhr vurublar. Həm də o yerə ki, səhvə oxunur. Tamam, bunun qırağına bir özün izafi bir səhvə izafə elə. Əvvəlində bir izafi səhvə izafə elə. Denən ki, bu səfəni biz izafə elədik. Burada da möhrü vur ki, kitabın qalanı qalsın. Heyfdir. Kitabı xərab eləmə. Kitabın cırıqlığını görürük hər yerdə. Xətti çox gözəldir. Həm haşiyə xətti gözəldir, həm mətn xətti gözəldir. Burada da yenə kitabı cırılmışmış, kəsiblər, yapışdırıblar kitabı. O da gözəl bir işdir. Kitabı saxlamaq üçün bir işlər görüblər. Yəni burada əl-həq deyim ki, yenə də aynı. Kitab burada ortası cırılıbdır, yəni Şirazi cırılıbdır, onu yapışdırıblar. Hətta o da cırılıbdır. Yəni o da cırılıbdır, burada görünür, o da cırılıbdır. Yenə bu birisi səhifədə aynıdır. Bəllidir ki, bu danışqaha getməmişdən öncə bunlar olub, ola bilər. Ola bilər ki, belə olsun. Elə bunu da görürük, hər yerdə o yazı, ərəbcə yazı hər nədir, o kitabın ortasında yapışdırdıqları yerdə vardır. Kitabxane-i Danışıqlı Ədəbiyyat və Ülum İnsaniyə Məşhəd, Məşəddədir bu kitab. O möhrü də orada yenə Xəzər qırağına bir möhr vurublar. Onu da gördük. Kitabı görürük burada. Dediş dili türkcədir, ona görə də mən heç diqqət eləmirəm, görüm qonusu nədir, kitabın keyfiyyətinə baxıram. Hələ yenə heç olmasa bəzi kitabları saxlayıblar da, yəni türk dilindən kamilən bu məmləkətdən türk dili qət olub getməyibdir. Kitabları qalıbdır. Yenə burada da aynı möhrü, kitabxananın möhrün vurub deyil kitabın qırağına. Burada da bir İshaq-ı Cədidin yazıblar. Əli nə mənə? Əli bir şey burada yazıblar. İmza kimi bir şey vurubdur. Amma oxuya bilmirəm. Kitabı üçün yerləşmir səhviyyə, hər iki tərəfini görəmirəm. Biraz gətirim ortaya ki, hər iki tərəfindən biraz görək. Səhifələrinə baxıram hala. Zahirən burada bir qırmızı yazılar şeiri bölür. Buradan aşağı odur, oradan aşağı budur. Burada görsənir ki, bu səhifədə yaddan çıxıb belə şeir davam ediblər. Vəsətdə xətt çəkibdir, yazıb ki, yəni burada bir qırmızı yazı ilə yazıb ki, yəni buradan dəyişiləcəkdir. O dəyişilməyinə diqqət olsun. Burada görürük ki, kitaba çox da su da gəlibdir. Suyu da görürük. Bu səhifə kitabın sonlarına yetişirik. Ona görə bu xəsarətlər çox görsənir. Amma mətn yazısı çox qəşəngdir. Ehtimal verirəm bunun cövhəri çox gözəl imiş, mürəkkəbi çox gözəl imiş. Ona görə də saxlanıbdır. Yəni yaxçı qalıbdır, dağılmır. Su keçməklə də bərabər. Burada da görürük səhifə cırılıbdır, şeirlər yerlərindən oynayıblar. Və son səhifə. Bu kitabın əlbəttə qalanları varmış, amma çünki burada da yazıb çox. Çox sözü yenə o bir səhifə bununla başlayacaqdır, amma görürük ki, o yoxdur. Bu da bunu göstərir ki, bu kitab şey olubdur. Bu da cildini göstərir. Cildi də əpriyibdir. Bu əks də, son əks də cildidəndir. Aha, bu kitabın cildi çox cırılıbdır, yəni əpriyibdir, köhnəlibdir, çox pis vəziyyətdəymiş, amma yenə də Əhkam-ı Nucum. Kitabın adı Əhkam-ı Nucum. Türki. Tamam.
İndi gəlirəm kitabın əvvəlinə, görüm şeir kitabın əvvəlində nədir. Deyir ki, ola şah qəzaya hasıl kar, kitabın əvvəli yoxdur. Əvvəli düşübdür. Yəni neçə səfhəsi aradan gedibdir, orası bəlli deyil. Ona görə şeir yarımçılıq başlanır. Əvvəlində də bunun bir şeylər cərə olaydı, o da yoxdur. Ola şah qəzaya hasıl kar, fitneyi sərəskər u bilad medar, leyc bir padişahi nov dövlət, dəhrə hükm eləyib bu bülə qüvvət, edə ədani zərb ilə məqhur, olə daim müzəffər mənsur. Buradan dedik, qıraqda da bir şeyler yazıblar. Zəxmi peykanı navəki taun, qunçəvəş dilləri edə purxun, tiği fitnə ilə necə qan dökülə, bəxiyə camı bədən sökülə, neciyə, bunu istəyən mühaşiyəni oxuyayım, bir kitabı çevirəm, bir neçə dəfə ki eləyə bilən mühaşiyəni oxuyam. Zəxmi peykan navəki taun, qunçəvəş dilləri edə purxun, tiğ fitnə ilə necə qan dökülə, bəxiyə camə bədən sökülə, dəxi əxbar holnaç olə çox, qəhtidən çox kişi həlak olə çox, dadır baris, bu da cırılıb, oxunmur, ədəba bilmirəm ki, Babil, şəhi Babil, ədəm abadi edər mənzil, ədəm abadi edər mənzil, töylə fitrətlə ol ki iki iqlim, bulə fitrətlə ol iki iqlim, olə xəlqün dəruni purğəm u qim, dedi ərbab hikmət u tənzim, bu nühusət 900 il olə müqim. Deyiblər 900 il bir də nühusət davam eləyəcəkdir. Tamam, o şeirdə o qıraqdan oxuduq, amma indi burada hökmü əncum ki az hava uftad. İndi diqqət buyurun, bir daha məsələ. Kitabın mətni türkcədir. Şeir. Şeirlər, o titriləri ki yazıblar, o titriləri farsça yazıblar. Acaba kim bunu yazıbdır? Ha zaman yazıblar, o məsələdir. Acaba bu kitabın əsli tamamen türkçəymiş, sonra bu nüsxənin içində o nüsxə yazan gətirib şeirləri ayırıbdır, ayırdıqca da dedik bir yerdə də gördük ki, ayıra bilməyibdir. Çünki bu yazar, əsli yazar, əgər ad qoysa, deyək ki, əsli yazar ad qoyubdur. Təbii ki, o şeiri oxuyur, gəlir bir yerdə yazdı, qutardı, gedir işinin dalısıcan, gücünün dalısıcan, sabahları bir ayrı bir şey istir yazsın, gəlir o başlıq yazır, ondan sonra oturur, yazır, sonra oturur. Yəni bir ayrı kağaza yazır ehtimalən, ya əgər dəftər alıbdır, dəftərin bir ayrı səhifəsinə yazır və qələmxor deyilir. Yəni bu şeiri için bilirsiniz, şairlər kəlmələrlə oynarlar. Bu günləri bir şeiri yazarlar, bunun üstündə bir həftə oynarlar, yəni bir ayda oynarlar. Bizim bir ustadımız vardı Dəbiləsində, şeirin yazmışdı, hey gətirərdi kilasda yazardı. Uşaqlar bunun məsələn harasından xoşunuz gəlmir, nə cür dəyişdirək, hangi kəlməni dəyişdirək? Çünki zehnində olan kəlməni yazmışdı mənanı. Amma onu o şeirin içində istirdi daha yaxşı görsənsin, onun üstündə işdirdi. Şairlər normalda belədirlər. Yəni, bəli, amma Nusxəxan belə deyil. Nusxəxan gəlir, şeiri qoyur qabağına, götürür, yazır. Birdən görürsünüz, bir xət yadımdan çıxdı, ya bir ad qoydu. Ona adları mən fikirəm ki, şey qoyur, nədir o, nüsxə yazan, nüsxəçi qoyur. Amma hər halda, mən fikirəm ki, bu farsçasın nüsxəçi yazılır. Asimandan yerə dökülsən ucum, padişahanə düşmən edə hücum. Üməra bir-birinə xəsm olələr. Diqqət buyurun, elə bir İranın vəzidir. Asimandan yerə dökülsən hücum, bombalar göydən tökülsə yerə, padişahana düşmən edə hücum. İndi İrana
Ümera bir-birinə xəsm olələr. İranın vəziyyətinə baxın da. Ki, casusdur hamısı, bu onu, o bunu. Həb rüaya gedib fəna bilələr. Rüaya da ki, yazıqdır. Gediblər qırılırlar. Fəna bilələr, yəni qırılırlar. Cəngidə şah-ı Babil olsa zəbun. Babil üçün o şey, qədim zamanlarda Babil çox böyük bir güc imiş, onu deyir. Cəngidə Şah-ı Babil olsa zəbun, indi İranda məsələn deyək, Xameneyi və onun yanında olanlar zəbun olsalar, az adilə abu, azadilə abu, əqməz da ab da qəməz olə uyun. Az edilə, ehtimalən, az edilə abu, əqməz olə uyun. Aha, deyir ki, cəngidə Şah-ı Babil olsa zəbun, az edilə ab, su da belə azalar, azaldarlar, axməz, axmaz olə uyun, çeşmələr, çaylar da axmaz. Yəni İranın bugünkü vəzinə baxın, hər yer quruyubdur. Urmu gölü quruyubdur, Camış gölü quruyubdur, hər yer quruyubdur. Deyir ki, az, hətta su ki var deyir, yəni, deyir, hər şey ki aradan apararlar, heç aclıq salarlar, baharlıq salarlar, olar heç. Deyir ki, az edələ ab, belə suyu da azaldarlar və axməz olə uyun, çeşmələr, çaylar da axmaz, qurudar. Yəni zülm ora gedər. Tölə aləm xilti xəbərlər ilə, ya qələt xəbərlər ilə. Tölə aləm qələt xəbərlər ilə. İndi İranda tamam hər şey qələtdir da. 2-3 dənə xaricədə televizyon var, yalan deyirlər. 2-3 dənə də İranda televizyon var. 2-3 dənə demək, 50-60 dənə xaricədə var, yalan xəbər deyirlər. 50-60 dənə də içəridə var, yalan xəbər deyirlər. Və İranın içində, İranın o internet ləşkəri ki vardı, onlar da ki, daimən yalan xəbər yazırlar. Dolə aləm qələt xəbərlər ilə hər kişi iftiradən gələ edə cilə. Hər kəsə iftira vururlar. Yəni bu gün İranda baxın, hər kəsə iftira vururlar. Ruzigarə edə xərməni taraz. Ruzigar edə xərməni taraz. Xərmən yəni gəlir qaynağı. Gəlir qaynağın taraz elə. Mənim bir tanıdığım var, yazmışdı ki, toliddən, o adam ki, tolid xərmən odur da, yəni orada bir şey məhsul ələ getirir. Deyir, tolid bu günlər çox belə pis vəziyyətdədir. Ruzigar edə xərməni taraz, olələr xəlqi həbbəyə muhtac. Həbbə dana. Bir danıya belə millət möhtac olurlar. Həbbə buğda deyə bilərsiniz, arpa deyə bilərsiniz, yemaq deyə bilərsiniz, dava deyə bilərsiniz. Hər nə deyirsiniz deyin. Yəni həbbə tolid. İkinci, indi bir ayrı şey. Nəqlə əhkam-ı şikli qovsu qəzəh. Gözdə qovsu qəzəh görünsə əgər. Gözdə o biz Fatmə fərşi deyirik, Fatmə nənə fərşi deyirik, ya kilimi deyirik, ya Qəradağda şey deyirlər, Fatmə nənə cecimi. Göydə o şey ki farsca nə deyirlər? Rəngin kəman. Gözdə qovsu qəzəh görünsə əgər, göstərər ruzigar rəngi digər. Deyir ki, göydə o cür göstərir. Amma ruzigar, yəni çətinlik ki gəlir, o fərqli göstərir. Yəni insanların vəziyyəti o qədər xarabdır ki, onun davamıdır əslində, üstəki şeirin davamıdır. Deyir ki, o ləzzət aparmır insanlar o göydəki Fatmə nənə fərşindən ya kilimindən, cecimindən. Yəni nəqş sepehre bu qələmun görünə hər nəzərdə cunacun. Hər kəsin onu fərqli görəcəkdir. Özünün toplumda yaşadığı siyasi, iqtisadi, ictimai durumun üzərinə fərqli görəcəkdir. Çox gözəl anlayış var bu adamın. Yəni nəqş sepehre bu qələmun görünə hər nəzərdə cunacun. Dedi hikmətlə danyal nəbi nə deyibdir? Çəkə xəlq zəbanə çox təbi. O zaman xəlq, o zaman İranda indi məsələn o zamandır, xəlq çox çətinlikləri çəkərlər.
İstida üzrə olə hökm şita. İstidad olacaqdır. İstidad üzrə olə hökm şita. Deyir ki, elə bir ki, qışdır. Yay da olsa qış kimidir. İnsanlar çətinlik çəkirlər. Qışda insanlar çətinlik çəkirlər da. Yemək içmək çətindir, gəl-get çətindir, istisi, soyuq. Bunlar yəni çox vəziyyət xarabdır. İstidad üzrə olə hökm şita. Ruzigar edə əbri tufan ra. Deyir ki, göydə bulut olsa elə bir şey tufan olur. Çünki çətinləşir da. Tir baran edib zəminə əsər. Dili qavu cırılıb gedibdir. Hevik, güzər. Gedək o birisi səhvədə görək ki, nələr görürük. Əlbəttə, onun qırağını oxuduq. İndi bunun da qırağı vardı. Yazılıb, calibdir ki, onun, bəli, qırağını oxuduq. Əcəba bu şeylərin mühəndisliyi cəhlin hakimiyyəti 900 il çəkəcəkmi? 900 il çəksə, buradan 400 il keçsə və 350 il keçsə, hələ bir 800-700 il qalır. Tağılıb kuhu dəştə şəbu dudu dəmən həb dudu dam. Dağılıb kuhu dəştə həb dədu dam. Tuta ətrafı şəhru küyü tamam. 3 sənə bunlar edə xəlqə ziyan. Yenə o şeiri bunu bir çevirim səfəni, o qırağı oxuyuram. Onu oxuya bilim. Tağılıb kuhu dəştə həb dədu dam. İlahi şükür olsun. Tuta ətrafı şəhru köy. Tuta ətrafı şəhru köyü tamam. 3 sənə bunlar edə xəlqə ziyan. Ola azurda adəm و heyvan. Həm dəxi qəhd و rənc و بیماری. hər sənc karini edə zari. Olsa şimşün درای möbədən, nə mənədir, məğribdən, ola şəmsün vərای məğribdən, olsa şəmsün vərای məğribdən, sala türkanı cəhanə şur و fitan. İnşallah türklər qalxacaqlar ayağa. Sala türkanə cəhanə şur و fitan. 2-3 yıl xarabın edələr. Sonra cümlə fərar edib gedələr. Tamam. Bunlar 2-3 ildən sonra gedəcəklər inşallah və biz asayişə türklər qalxacaqlar ayağa. O şeirin üstəki oxurduq, onun davamı, qırağı. Bu əlamət görünsə məğribdən, indi o üstəki şeirin haradan qalmışdıq? İstidad üzrə ola hökm şita, ruzigar edə əbri tufan ra, tirbaran edib zəminə əsər, dili cavu filan güzər. Orası oxunmamışdı. Bu əlamət görünsə məğribdən, şahidə zahir ola həb bufen. Dəxi ol yerdə çox yağa baran, ərimiyə leyk qeyri bəlkə ziyan. İndi görək ki, ayrısı nədir? Şərqidən bərq ürürsə, gəl şəmsün. Şərqidən bərq ürürsə, gəl şəmsün, yəni dünyaya xəndə etsə fələk, yəni ol xəndədən bu olə murad, girə pür tərəfə şikli şər و fəsad. Nacihan mülk Babülün şahi, nacihan mülk Babülün şahi, kim edə bir qəza ilə rahi, tərk edə mülkün ixtiyarı ilə, qoya təxtini kar bari ilə. Əcəb. Deyir ki, o adam şey olubdur, özü ixtiyarı ilə çəkiləcək dalıya. Yəni, əcəba Xameneyi çəkilərmi? Girməyə şəhriyə tamam 3 il. Girməyə şəhrə
şəhrinə tamam 3 il ola ceyş-i fəsadə fitnə dəlil. Firqə olub siğar kibar edələr nalələr də tərk-ü diyar. Bizim indiki vaxtımızdır, vaqəən bu cəmaat. Bədihü bir təriq ilə olşah, gələ şəhrə ölə bu xəlqə pənah. Kim çıxacaq ortadan? Gələlər yerli yerinə hər kəs. Gələlər, biz də qürbətdən qeydaq vətənə. Gələlər yerli yerinə hər kəs, edələr pişə səlahə həvəs. Əmr həq ilə olə əlamətlər, mülk Babildə həb zuhur edələr. Məgər ey arifi xəta və səfa, məgər ey arifi xəta və səfa, mülkəti Babil olmuş olə xərab. Dedi, həm ittifaq edib hükəma, canəvərlərdən irə xəlqə fəna. İrə yəni gələ. Yəni, oxunmur, cırılıbdır, 100 şir o həzir, dəxi kəftar o gürcü rubəh o bəbr. Hər nə mənədir? Həzbər olacaq, da olacaq bəbr. Sırx olursa bu aydə lon-i səma, zərd olə ruy xoşi həmçü giya. Ruy xoşə həmçü giya. Adam şeydir, o nə mənə deyirdilər? Amsterdam'da nə mənədir? Amsterdam'da nə mənədir o deyirlər gələcək görür. Bu o cür bir adamdır. Kaş bu kitabın əvvəli adam tapıla, bunun şeyin görə. Mən nəzərimə gəlir ki, bu adam çox gələcəyi kahin adamdır, gələcəyi görən adamdır. Yəni cümlə hububə irə fəsad, səbz-ü tərə olmiyə riyaz murad, leyk pərverdigar cümlə-i cəhan, ruzi xəlqə verməyə nöqsan. Ruzi xəlqə verməyə nöqsan. İnsanların ruzisi gələcəkdir. Qovmiyə qəhd ilə ibadini ac, hasili tuxmə etməyə möhtac. Həm bu əsnada bərq olursa əgər, üçdən bir kişi həzizə düşər. Üç kişidən biri. Üçdən bir kişi həzizə düşər. Hər üç kişidən biri çox çətinlik çəkəcəkdir. İrə bir padişahə yaxud mevt. İrə bir padişahə yaxud mevt, ya olə bir əmir zişən fot. Suy məğribdən olsa əgər bu əsər, əgər gələlər üstdən, məğribdən, yəni Qərbidən, Amerikadan, İsraildən, Kanadadan, hər yerdən. Suy məğribdən olsa əgər bu əsər, əgər gələlər orada şahı öldürələr, ya fərmandehləri öldürələr, ərz-i məğribdə olə fitnə və şər. Onun özündə bir məğribdə belə bir şey olacaqdır. Qalmiyə ol məkanda əmn və əman, xəlq olə sucəvar və naləkünan. Qərbidə özündə də bir fitnələr deyir, çıxacaqdır. Əlbəttə bu görsənir Qərbidə, mən də bunu düşünürdüm düzünü axtarsaz ki, Qərb çox niyə şərqidə imperatorluqlar çox davam gətirir, hökumətlər çox davam gətirir. Qərbin hökumətləri çox davam gətirmir. Ən çox gətirəni İngilistandır. Ki, məsələn, 200 il çəkmədi, 250 il çəkmədi. Ki, İngilistan özü düzdür, indi saxlayıbdır, Kanada müstəqil görünür, amma onun əlindədir. Avstraliya o cürsüdür, Hindistan o cürsüdür. Amma bununla belə, yəni, feylən bir 200 il olmamış gücü tikələnib də, zəifləyibdir və özü bir cəzirə olubdur ki, indi bir 10-15 ildən sonra, 20 ildən sonra bir nəsli ki, adına deyirlər boomers. Onlar ki, 2-ci Dünya Savaşından sonra doğulublar. Bunların da 65 ilə 80 arasında yaşları var. Bunlar da öləndən sonra İngilistan dağılacaq. İngilistan gücünü itirəcəkdir.
Qarşısına da güclü dövlətlər çıxır. Çin çıxır, Hindistan çıxır, Türkiyə inşallah çıxır, İslam dünyası qalxacaq ayağa. Bunlar güclənəcəklər. Onlar gücləndikcə bunlar Qərbidə zəifləyəcəklər. Çünki enerji orada indilir. İndiki enerji onların əlindədir. Müsəlmanların əlindədir. Məsələn, Venezuelanın dünənləri getdilər, rəis cümhuru tutdular, gətirdilər, Maradonu adı yadımdan çıxdı. Onu tutdular, gətirdilər. Niyə? Çünki dünyanın ən böyük neft zəxirəsi oradadır. Onun bir cümləsini dünən oxurdum, bilmirəm düz tərcümə eləmişlər yox. Deyirdi ki, Amerikanın nəfti qurtulmaq üzrədir, Amerikanın öz torpağında olan nəft. Məcburdular ki, Venezuelanınki də 100 illik var. İstəyirlər gəlirlər Venezuelanı nəftini alırlar əllərinə, getdilər, aldılar əllərinə. Amma bu nə olacaq? Sonunda bu zülmlər içi keçən neçə yüzildə eləyiblər millətlərə, ayılacaqlar. Hamımız yavaş-yavaş ayılacağıq. Və ayılanda onlar biz ayıldıqca o mühəndis dünyasından, yaratdıqları cəhalət mühəndisliğindən eşiyə çıxanda onlar yıxılacaqlar. Qalmaya ol məkanda əmn-i əman, xəlq ola sucuvar u nalikünan, dökülüb qan, həm ola hərb u qital. Dökülüb qan, həm ola hərb u qital, laləzar ola cümlə dəşt u cibal. Amerikada da, Avropada da bu savaşlar düşə bilər. Geci tezi vardı. Mən hətta düşünürdüm, məsələn fikirləyin ki, 1-2-3 gün bundan qabaq bir türk kitab oxuyanda Rüb-i Məskundan danışdıq. Dedik ki, türklər bilirmişlər ki, dünyada bir yerlər var. Orada insanlar yaşırlar. Asiya idi ki, Avropada onun içində idi və Afrika idi ki, ayrı idi. İnsanlar bunu bilirdilər. Osmanlı dövrəsində, Osmanlılarla qabaqda bunu bildirlər. Buna adam Rüb-i Məskin deyirdilər. Rüb yəni dünyanın 4-dən biri. Yəni bunlar bilirdilər, dünyanın bir ayrı yerlərində yerlər var ki, onlarda adam yoxdur ya da azdır, çox azdır. Və məskun deyəndə məskən sahibi, yəni qələ var, ev var, filan var. Obadan danışmırıq. Amma Amerikada ev yoxdur o məqtərdə. Qarı Amerikada adam var, Astraliyada adam var, amma ev yoxdur. Yəni tikinti yoxdur. Ona görə onlara məskun demirdilər. İndi o nə anlama gəlirdi? Bu anlama gəlirdi ki, türklər bunları bilirdilər, tanırdılar. Onları hətta bəlkə idarə edirdilər. Amma adam yox idi, şey eləmirdilər. Və biz də bu günləri tarixi, dünyanı, coğrafiyanı, türklərin, ərəblərin, müsəlmanların gözündən görmürük. Biz bunları kimin gözündən görürük? Avropalıların gözündən görürük. Kristof Kolumb getdi, dünyanı kəşf elədi. Amma bunu biz özümüz yazmamışıq özümüzün üçün və bildirməmişik, tanıtdırmamışıq. Biz o zaman zülmü cinayət eləmirdik bunların torpaqlarında. Bunların dillərin, dinlərin dəyişdirmirdik. Heç kəsin. Bunların iqtisadların, ekonomilərin əllərindən alıb aparmırdıq. Elə özümüzdən maliyyət aldığımız qədər onlardan da maliyyət alır. Onun adına cizyə deyirdilər, müsəlman olmasa, bunun adına da deyirdilər nə mənə? Zəkat. Hər ikisi də vergi idi. İndi Türkiyədə çeviriblər, vergi deyə hər ikisinə ad qoyublar. İkisi olub bir, vergi. Hər yerdə olur insanlar, orada vergi alırlar, oranı qorumaq üçün, oranı bir dövlət körpü düzəldir, nə bilim, qəhətlik olanda yemək verir, filan bir şeylər düzəldir. Xəstəxana düzəldir, məscid düzəldir, filan düzəldir. Bunlar oranın şeyidir. Amma bu batılılar o işi görmürlər. Qarət edirlər, aparırlar. Onun üçün onların imperatorluqları az qalacaqdır və sonra dünya yer üzündən hökumət olanlar silinəcəklər. Mümkündür bu 100 il çəkə, mümkündür 300 il çəkə, mümkündür 500 il çəkə, bilmirəm. Amma bu olacaq. Yəni Amerika deyə bir güc qalmayacaq yer üzündə. Amerika özü. Aha. İndi bu Rob ki məskundur, o birisi ki qeyri-məskundur. İnsanlar bura köçürlər. Hər yerdən gəlirlər Amerikaya, Kanadaya, Avropaya yox. Amerika, Kanada, Astraliya. Bunlara köçürlər. İndi buranın əsl adamları qətlam olub gedibdir. Yəni yer sahibləri %99'u ölübdür. Orada burada bir adamlar qalır, onları da muhtad eləməklə idarə edirlər. Bunların yerlərini keçirdiblər əllərinə. Bu yerlərin sahibi kimdir? İndilikdə İngilistan görsənir. Amma
Bir 100 il sonra Ərəblər, Türklər, Bəluslar, Türkəmənlər, Qəşqaylar, Erməni, Yahudi, bu, hər yerdən, dünyanın hər yerindən, Çinli, Hindili, filan. Bunlarda da minlər şey var da, yəni minlər qovum qəbilə var. Afrikadan köçəcəklər, gələcəklər bura. Bunlar bir zamandan sonra, bir 500 ildən sonra, 1000 ildən sonra hər kəsin torpaq sahibidir. Burada 500 il, 300 il oturur, yaşır. Bu cür də burada boş yeri birdən gəldilər. Yox, heç kəs buranın sahibi deyil. Amma 500 ildən sonra, məsələn, mən indi burada Kanadada biri ilə danışanda deyirəm, deyir ki, sən immigrantsən, deyirəm, sən immigrant deyilsən, deyir, niyə? Mən də məsələn 150 il bundan qabaq gəlmişəm. Yap çox tanıdığım adam ki, tanıyıram mən, 120 il bundan qabaq gəlib Kanadaya. Yəni, o adam yoxdur ki, deyə mən 150 il bundan qabaq gəlmişəm. Deyirlər, hər kəsdən soruşmuşam, tanıdıqlarım, onlar tanımadıqlarını içində, məsələn, biri 150 il bundan qabaq, 160 il bundan qabaq dədəsi gəlib bura, məsələn. Bəli, məsələn, mən 20 ildir gəlmişəm, bəzi türklər var, 50 ildir buradadılar, bəzi farslar var, 50 ildir, 60 ildir buradadılar, bəzi ayrı millətlər də var, məsələn, türklər var, çox uzun zamanlar gəliblər, Türkiyədən, Osmanlıdan, bəziləri vardı, 100 ildir, 150 ildir buradadılar. Bəli, bura heç kəsin deyil. Əsli torpaq sahibidir, amma torpaq sahibləri qətliam olubdu İngilislərin əli ilə. İngilislərin və İspaniyalıların əli ilə. Qətliam olublar. İndi bura adamlar gəlirlər hər yerdən. Amma 100 ildən, 200 ildən, 300 ildən, 500 ildən sonra burada məsələn, deyək ki, 50 milyon türk olacaqdı, 50 milyon fars olacaqdı, 50 milyon, nə bilim, Çinli olacaqdı, 50 milyon falan. Hərə bir torpaqda şey olacaqdı, güc olacaqlar. Burada da eyni Asiya kimi ki, hər yer bir şeyin əlindədir, o cürsə bölünməyə gedəcəkdi. Amma mümkündür çəkə, mümkündür 100 il, mümkündür 300 il, mümkündür 500 il çəkə, amma oraya gedəcəkdi. Yəni, illa ki, deyək, məsələn, insanlar o ağla gələrlər ki, deyərlər ki, yenə qeydaq qədimki zamana, sərhədd olmasın. Sərhədsiz yaşasınlar insanlar. İnsanlar hər yerə gedirlər, getsin. Lazım deyil ki, mən bu dövlətin pasportunu daşıyam. Mümkündür, bir zaman gələ insanlar pasportu aradan götürərlər. Ağa, mən insanam, hər yerdə yaşıram, gedim orada yaşayayım. Pasport lazım deyil. Dursun, piyada, maşınla, gəmi ilə hər yerə gedir, getsin, orada yaşasın. İnsanlıq bura getməsə ki, qədim zaman belə idi, şey olmur. Onda da bir dana, iki dana, ya bir dana beynəlmiləl hakimiyyət olar, ya da 2-3 dənə orada burada böyük hakimiyyət olar. Bunların gücü altında mənim nəzərimə o cür də olmaz. Yəni o cür yenə də savaş çıxar. Buna görə ki, insanlar savaşlamasınlar, savaşmasınlar gələn 100 illərdə bu işi görəcəklər. Gələcəklər, pasportu götürəcəklər. Bir dənə zahiri sistemi olacaqdı, ordusuz və bunun altında məsələn, polis şəklində bir güclər hər məntəqədə, hər şəhərdə olacaq, o şəhərin öz adamları özünü idarə edəcəklər, hər şəhərin öz kəndi özünü idarə edəcəkdir. Beləsi, məncə bu ağıllı bir sistem olar. Sazman-ı Milləl-Əzada da ehtiyac olmaz. Yəni, bunlar da güclülərin əlindədir. O cür bir şeyə də ehtiyac olmaz. İnsanlar bu yerə yetişərlər ki, hər kəsin hər öz məntəqəsində, hər kəs hər yerdə yaşasa, yaşasın. Hər kəs nə iş görür, görsün. Bir polis olar, biri-birinə zülm eləməsin deyə məhkəmədə geçsin, şey eləsin. Zaman çəkər, amma bu tərəfə getmək olar. Mən kommunistlik demirəm, amma müştərək yox, bu tür şeylər yox. Amma insanlar özləri, öz məhəllərini, öz məntəqələrini idarə eləməyə çalışarlar. Çünki cəmiyyət də çoxalacaqdır. Tamam, gedək indi buradan bu üzə görək nə deyir. Göydə bir əcibə şəkil olursa əyan. Bu da cəlibdir. Göydə bir əcibə şəkil olursa əyan, ola surət nəmay fitni cəhan. Həm bu yüzdən sepehr löbət baz, ola bərqəi bürgə güşay çehri raz. Həm bu yüzdən şəhpəri löbət baz, ola bürgə güşay çehri raz. Bürgə nüqabdır, o şey ki nüqab deyirlər. Çehri raz, razın ki üstü örtülmüşdür, onun üstü açıla. Əcəba, raz budur ki, məsələn, göylərdən biri də mövcudat gəlibdir yerə, bunlar indi buradadılar, onun üstü açılacaqmı? Gir birin
şiklə fitnə pərdədə. Gər bin şiklə fitnə pərdədə ya pərdəmdə, ola heyrət ziyadə adəmdə. Qüssə bu hüzn heyrət و əfkar, eylə xəlqi surət divar. Elə bir şey nəqqaşidirlər, adamlar bir təfavüddülər. Fəqət qüssəli. Qüssə bu hüzn heyrət و əfkar, eylə xəlqi surət divar. Tuta dünyayı sarıq و qatil. Əcəba bu tərəfə gedir. İndi İranda o cürdür da, yəni əlan İran. Tuta dünyayı sarıq و qatil, meyvələr hərgiz olmaya hasil. Görürük ki, təəssüflə Suzatı yoxdur. Adamın bu sözü də düz çıxır, yəni əslində. Burada Eyyub Şah Rum rəf-i ləva. Yenə qeydir türklərə. Eyyub Şah Rum rəf-i ləva. Ola Keşvəristan و qəl'ə güşa. Ola Keşvəristan و çoxlu məmləkətlər. Qəl'ə güşa. Taleyi Səd و bəxti ola qəvi. Türklərin. Taleyi Səd و bəxti ola qəvi. Turmiyə qarşısında xəsm-i qəvi. Qovi də oxunar, amma bilmirəm qovi nə deməkdir, ya qəvi nə deməkdir. Yazım görüm burada qovi nə çıxır əslən, bunu mən bilmirəm. Ay, bu nədir? Qoviyyə, yəni gümrah, münhərif, fərib xorده، کسی که راه عقل و هدایت رها کرده به خطا رفته. خب تمام. Taleyi Səd و bəxti ola qəvi, turmiyə qarşısında xəsm-i qovi ya qəvi. Dəxi yıl axirində lütf xuda, edə xəlqə nisar, bərgü nəva. Yemək, ruzu çoxalacaqdır ilin sonuna. Qəllə və meyvə ola bi payan, tola ənva nemətlər ilə cahan. Görsələr göcdə surət-i heyvan, xof edə yerdə zümre-i insan. Olsa zahir əgər bu günə əsər, dəklə gör kim, dinlə gör kim niyə, nəyə dəlalət edər. Olsa zahir əgər bu günə əsər, dinlə gör kim nəyə dəlalət edər. Qərəz nəfs bəzi insani, غرض نفس بعض insani edə mətbui ruhi heyvani. İranda bu cürdür. Fikri fasid havası qalib ola. Fikri fasid havası qalib ola. İndi də İranda təqribən bunu biz xəbərdə hər gün görürük da, mollalar bir-birləri ilə, bacanaqlar bir-birləri ilə. Fikir fasid havadakı şey. Səmt zülmü cəfaya zahib ola. Zahib yəni gedər, hərəkət eləyər. Daxı şahan mülkət و dünya edələr bir-biri ilə qovğa. Dəqiqən bunu indi yaşırıq. İzdiham cunud و kisrət cəng yenə də çoxdur. İzdiham cunud ordu. İzdiham cunud و kisrət cəng savaşın çoxluğu aləmi xəlq aləmə edə təng. İnsanlara dünya daralıbdır da, oradan da bu cürdür. Yəni insanlar qaçırlar hər yerdə. Qırıla çox kimsənə dökülə qan, dönə sülxaniyə budar can. Səllaxxana da, dönə səllaxxaniyə, sülxaniyə, səllaxxaniyə budar cahan. Ərşüb cəngiyan yağmayı, yağma yəni, indi dedim də Amerika gedibdir, Venezuelanın nəftin, Əraqın nəftin, Suriyəni, hər yeri də, yəni dağıdır. Dünənləri də Allah saxlasın, Allah uzun ömür versin cənab Erdoğan cənablarına. Erdoğan cənabları deyirdi ki, o şeyi ki bu günləri şeydə gördülər, Maduronu tutdular, apardılar, istəyirdilər ki onu Türkiyədə də görsünlər. Qırıla çox kimsənə dökülə qan, dönə səllaxxaniyə budar cahan, ərşüb cəngiyan yağmayı, tarumar edələr rüayayı.
Bu günləri o cürdür. Yəni Əraqa baxırsınız, Suriyə baxırsınız, Əfqanistana baxırsınız, İrana baxırsınız. Hər yerə baxırsınız, bunu görürsünüz. Yolları bənd edə haramilər. Alələr mal xasi amilər. Burada əlbəttə qıraqda da bir şeylər yazıbdır, bilmirəm onu oxuyayım ya yox. Devam. Əlbəttə onlar da tozihdir. Bu şeylərə tozihdir, o üst qıraqdakı şeirlərdə buna tozihdir. Bunu oxuyayım da, yəni görək nə olacaqdır. Bu ayın ruz əvvəlində əgər rəd olursa demiş mücriblər, mücərrəblər. Yağa fəsli şətadə çox baran, yürüməkdən təəb çəkə insan. Əgər 10-cu gün olsa rəd-i səma, hər mərəz hökmün eyliyə icra. Dedi ustad rardan fələk. Dedi ustad ra azran fələk. Nə mənədir bu? Ustad razran fələk. Dedi ustad razran fələk, bu ayın rəd olursa nisfinə dək, ola fərqində mübarək sal, dur edə xəlq aləmi xoşhal, dövr edə xəlq aləmi xoşhal, olalar qüssədən töhi dillər, gedə səmt səlahə aqillər. İnşallah aqillər gəlsin üstə görək. Kitab çox gözəldir. Mən bunu sevdim əslində. Baxım görüm ki, azalıb 2 saat olsun. Əlbəttə bunun 1 saatın Süleymaniyə kitabxanası şeirlər, oradakı kitabların üstündən danışdıq. 1 saatdır da ki, bu kitaba girmişik. Çox gözəl bir kitabdır. Yerə gəl bunun davamı. Yerə gərmu duzaq yağarsa əgər. Yerə bu nə mənədir? Gərmu vəzaq yağarsa əgər, xəlqə həmi dirə ziyadə zərər. Verəd o da. Xəlqə həmi, həm burada Həsən Heynən yazıbdır. Bilmirəm nə mənasıdır. Görüm ki, nə yazır. Kur'an hamimdir o değil معنای تفسیر نهایت اتراقان آل حامیم میگوید عربی لغوی همه گرم شدن داغ شدن تب داشتن آب گرم حمام tamam yerə gərm و vəzaq yağarsa əgər nə mənədir bilmirəm onu mən bəlkə qələt oxuram kirmu düzaq bilmirəm yağarsa əgər xəlqə həmi dirə ziyadə zərər həmi istilıq pəs beləsi oldu çox ola sinələrdə dərdi təhal çox ola sinələrdə dərd təhal qalmiyə cism و canda تاب و مجال az ola hasil giyah و حساد روزگار edə میوهی بی ifsad فوت ola neçə namidar و kibar sıqmiyə heç hesabə mot-i siğar uşaqlar da ölə, böyüklər də ölələr toz qoparsa zəmindən nagah indi bu Azərbaycan Bəluçistan və Əl-Əhvaz bunların bu günün burasıdır toz qoparsa zəmindən nagah Urmu göl quruyubdur ərəblərin gölləri quruyubdur quruyubdur yox qurudublar farslar İsfahanlılar qurudublar xüsusən İsfahanlılar Kirmanlılar Kaşanlılar Simnanlılar bu bölgələri üzəlliklə bunlar qurudublar sərmayə daşıyırlar oradan onların öz torpaqlarına suyu daşıyırlar ora bizim torpaqlarımızı qurudular ona nə olur toz qalxır duz tozu ya torpaq qalxır onu tuz qoparsa zəmindən nagah خوب elə gəndum şeir و giyah
xub olə gəndum و şəir و ciyah. İnşallah ki belə olsun, amma hələ feylən ki yoxdur. Az olə kəsb و çox yağa baran. Hələ feylən ki yazmır. Azələ az olə kəsb و çox yağa baran bizdə yoxdur. Feylən baran yoxdur. Tolay İnşallah bu il olsun. Yəni bəlkə inşallah bu illəri çoxlu qar yağış yağa və bizim Azərbaycan abad ola. Az olə kəsb و çox yağa baran, tökülə yeklüş xəbərlər ilə cahan. Tölə yeklüş yenilüş ola bilər. Yenilüş yəni üzəllik xəbərlər ilə cahan. Dola. Tolə yəni dola. Dola yeniliş xəbərlər ilə cahan. Yeniliş yəni tazalıqlar, gözəlliklər. Qüssə besyar ola məişət kəm əcəba. Qüssə besyar ola mədə olmadı ki. Fəhm olunməz bu nöqtə mübhəm. Bu iki dənənin arası deyir ki, mübhəmdir. Nə olur? Əgər bu ayda basarıq olsa hava, fişar çox olsa, basarıq olsa, xub ola zər o gəndüm xurma, məhsul hasil çox olar. Ruhə rahat verər riyah-i şimal, şimaldan, quzeydən gələn yer ruhları rahatladar. Leyk əfzun ola zükamu sual. Bu da bir nömrəsilikdir. Yırtıcı canəvərlər ola həlak, ruzugar eyliyə bu firqəyi xaç. Dəxi xərcuş و آهویان şuğal, uğriyə cümləsi vəbaya bu sal. Hamısı deyir ki, heyvanlar da mərizliyələr, ölələr. Gəl zan olsa, gəl və zan olsa ruzigar şədid. Ruzigar yəni yel, tufan. Gəl və zan olsa ruzigar şədid, böylədir hökmü kerdigar məcid. Nə mənə? Cah و əğnamə çox irə afat. Heyvanlar, əğnam qoyun, bu cür heyvanlar, qav da ki qavdır da. Yəni cavu əğnamə çox irə afat. Ola fəsl şitadə həm şiddət. Qış da çox çətin ola. Dəxi məşriqdə çox ola bikar. Xəlq əracifdən ola bizar. İnsanlar əracif eşidirlər. Düz, burası da düzdür. Leyk əsmaru küşdü hasil ola. İnşallah. Meyvələr, əsmar meyvələr. Leyk əsmaru kəşd hasil ola. Hər kişi mətləbinə vasil ola. İnşallah belə günü gəlir. İnşallah bu qış son qış olsun və bu qış bilirsiniz, biz ədəbiyyatda, şeirdə çox zamanəni təmsil edir. Qış qarı yox. Ona görə qardan danışmır, demir ki qar. Qış deyir, yəni çətinlik. İnşallah bu çətinlik gedər. Nagahan gözdən eşidələr seda, radyo, televizyondan bəlkə. Güş tut gör nə söyləmiş kəma. Qulaq as gör nə olur. Yəni dünyaya çərx edə elam. Bir dünyanın çərxi fırlanır, görək nə mənə elam olur. Fot ola bir əmir sahibnam. İnşallah. İnşallah bir əmir sahibnam fot ola. Yəni Xameneyi və onun yaxındakılar fot olalar və bəlkə bizim zülm-i şah-u təəddi üməra ola mülk-i cəhanda şur əfza. Bunların da zülmləri, şah-u üməranın zülmləri həddən çıxıbdır. Ola mülk-i cəhanda şur əfza, yəni həddən çıxıbdır. Qalmaya məmləkətdə əmn-i əman yoxdur. Dönə meydanı cəngə səhni cəhan. Məmləkət savaş meydanına dönəcəkdir, bu təbiidir, bu olacaqdır. Yəni, bundan geçmə. Dili xəlqə sirayət edə kösəl. Dili xəlqə sirayət edə kəsil, yəni kisalətlik. Riştəyi kəsb-ü çarə ermiyə əl. Heç kəsin əli işə getməyə. Riştəyi kəsb-ü çarə ərmiyə, irmiyə əl. Tacirə çox isabət edə ziyan. İrə vəc məişətə nüqsan. Yaşam və tərzinə. Tacir də gətirir, deyir, buna çox zərər deyəcək. Qarət olacaqlar. Bunu da bilirik ki, onlar qarət olacaqlar. Bunu mən öncədən dəfələrcə demişəm. Azərbaycanda tacirlər istəyirlər diri qalalar və malları talanmaya. Siyasilər də, pastarlar da, polis də, ittilaat məmuru da
məcburdular ki, Azərbaycan milli fəalları ilə yola gəlirlər. Yəni, indi gərək gəlib, milli fəallar görələr, bunlarla, ağa, sizə bu imtiyazları veririk, bizi qoruyun, deyələr. Milli fəallar bunların sərvətlərin, canların, əhləyalların qoruyan. Yoxsa bunlar eyni İsfahanda öldürüləcəklər, Şirazda, Yəzdidə, Kaşanda, Əl-Əhvazda, Bəluçistanda, Kürdistanda, İranın hər yerində, Tehranda bu sərvətlilər, dövlət işində olanlar, dadgahlarda olanlar, məhkəmədə, polisdə olanlar, ittilaatda olanlar, bəsizdə olanlar, mollalar, hirasətdə olanlar, qozinəşlərdə olanlar, bunlar hamısı öləcəklər. Öldürəcəklər. Bunların evlərini talan eləyəcəklər. Şurahayı, nədir onlarda, Əncümənhayı İslami, bunların hamısı qətlam olacaqdır. Təəssüflə. Çünki millət çətinliklərin onların əli və vaqəən də onların əli iləndir. Onlar yaşatdıqları məmləkət budur. Millət onlardan intiqam alacaqlar. Azərbaycanda və türklər yaşayan yerlərdə onlar ki, iş üstədilər, ticarətləri var, sirvətləri var, bir iş üstə, bir çarədirlər. Onların çıxış yolları budur ki, Azərbaycan milli hərəkətində olan tanınmış insanlara pənahəndə olarlar. İndi, gecdən yox, o gün ki gələcək, o gün qapıları bağlayacaq. Yəni, bu cür də o günlər qapını açaq, sən geci bura, sən indi haradaydın, deyəsən haradaydın məs. İndi gərək dalda da gedələr, deyələr, ağa, biz sizin yanınızda yox, bu bizim pulumuzdan bu qədər, sərvətimizdən bu qədər, gücümüzdən bu qədər sizin ixtiyarınızda. Siz gələn o gün ki çətin olacaqdır İranda, o gün bizi qoruyun. Aydın aşkar deyirəm bunu. Günaz TV-dən də dəfələrcə demişdim, indi də neçə illi özüm ki müstəqil çalışıram. Orada da demişəm dəfələrcə bunu, bu olacaqdır. Bunu bizim əlimizdə deyil. Bu, Əraqda olubdur, Suriyədə olubdur, Libidə olubdur, indi şeydə olur, hər yerdə olubdur, İranda da olacaqdır. Xüsusən İranda tamam millətlər farslarla düşməndir. Yəni, deyək ki, məsələn, hakimiyyətdə fars vardı, farslar o hakimiyyətin tərəfdarıdırlar, belə bir şey yoxdur İranda. Türklər farslarına müxalifdir, Kürdlər müxalifdir, Bəluçlar müxalifdir, Ərəblər müxalifdir, Lorlar, Ciləşlər, Bəxtiyarilər, hamı şeylə, farslarla müxalifdirlər. Yəni, idarədə istəyən insanların bir qaçmaq yeri yoxdur. Dünən bir xəbər gəldi, mən gecə oxurdum bunu, yazmışdı ki, 2 dana nümayəndə Avropada danışıblar məclisdə, biri Sueddə daha, biri də İngilistandan danışıbdı. İngilistandan danışan deyibdi ki, İranın bir iddə liderləri başda, Üməra, Vüzəra, nümayəndəgan, müdiran-ı kül, bunlar, fərmandehan-ı polis və ittilaatı falan, bunlar İngilistanda, bəzi keşvərlərdə, nə İngiliz, onların ittilaat sistemləri ilə əlaqəyə geçiblər ki, ağa, bizi bu məmləkət qatışacaqdır, biz bilirik, bizi yer verin, əmniyyətimizi qoruyun öz torpaqlarınızda. Bura o yerə yetişiblər. Amma bu fal ki, burada, bu fal deyil, əlbəttə, bu, mən fikirəm, İranın gələcəğin, çünki türk adamdır, özəlliklə İranın gələcəğin bu adam görübdür. Bir kitab yazıbdır, gələcəyi görür, pişbini elir. Onun üçün mən bunu oxuyuram. Dili xəlqət sidayət edə kəsəl, rişdi kəsb kar ərmiyə əl, tacirə çox isabət edə ziyan, ərə vəçi məişətə nüqsan, yəni qita-irahu düzdü kəmin, qita-ira, yəni yol kəsənlər. İndi görürsünüz da şəhərlərdə, indi hələ feylən qəməni, qılıcı götürüblər, şəhərlərdə insanları soyurlar, arvadları, hamilə arvadı dünən bir video göstərmiş qoymuşlar. Hamilə xanımı soyurlar paltarına, kefin, qızılın, filanın zadını aparırlar. Yəni, qıtta-irahu düzdü kəmin, xofidən olmaya qulubi əmin. Qorxu olmayacaq. Bunlar ələn qorxu yoxdur ki, İranda dövlət bunlara şey veribdir, Riza Şah zamanından quldurlara, latlara meydan açıldı. Qacar dövründə belə bir şey siz görməzsiniz. Qacardan sonra, çünki Riza Şah özü quldur idi, yəni lat idi. Latlara meydan verdilər. O gündən bu üzə
Şaban Bimux dedikləri latdılar. Cumhur İslamidə o Cəfəri deyirlər, nə deyirlər? Onlar latdılar. Yəni bu Rizailərin dədələri zatları, bunlar latdardılar. Bunların Tərəbar meydanında tərəbar satırdılar. Bunlar nə edirdilər? Bunlar gəliblər iş üstə latlara meydan veriblər. Leyk əsmaru zər'ulə bihəd. İnşallah tolidatı heç olmasa əkinəcək tolidatı çox olacaqdır, məhsullar. Olmaya qəlləyə qiyas-u ədəd inşallah. Hikmət-i Zülcəlal ilə əmma yağa baran ziyadə az olə bad ehtimalən. İnşallah Azərbaycanda bu illəri yağış çox olsun. Bərfu yaxu fəslu didə olə füzun. Bərfu yaxu fəsli didə olə füzun. Qırıla bez hesabdən bürün. Bir şeylər çox qırılacaqlar. Kəsb-ü kar əhli mənfəət görələr. Nimətün xəlq zövqini səvələr. Qəti ifrat ilə yağırsa əgər çox yağış yağarsa, qəti yəni çox. Qəti ifrat ilə yağarsa əgər irişə qəlbi kainata kədər. Kainat deyir, onda çox çətinlik olacaqdır. Yəni çox yağsa, inşallah çox yağsın Azərbaycanda. Bəgilərin zülmü bişimar ola həm İranda yenə. İncidə xas-ı ami qussə və qəm. Yağdığı mülkə bir qəvi düşmən. İndi bir qəvi düşmən gəlir. Yağdığı mülkə bir qəvi düşmən gəlib arta o yerdə şuru fitən. Gəlib arta o yerdə şuru fitən. Dedim, savaş çoxalacaqdır. Çünki İran dövləti yıxılan kimi millətlər ayağa qalxacaqlar. Ayağa qalxanda bir qətliam düşəcəkdir. Yəni bu təbiidir. Tez rəf olə bu bəla. Amma tez gedəcəkdir. Çünki məsələn Azərbaycan liderləri ortaya çıxacaqlar, Azərbaycanı qoruyacaqlar, sərmayedarların qoruyacaqlar, idarələrin qoruyacaqlar, idarələri qoruyacaqlar, qoymayacaqlar ki, məmləkət çox da talan olsun. Amma əvvəldə bir neçə gün adamlar öləcək. Yəni bunu biz bilirik. Tez dəf olə bu bəla, amma tola əmn əman ilə dünya. Amma inşallah əmn əmanla dünyanı dolduracaq. Yəni bu İrandan millətlərin istiqlalına keçiş zamanı biraz çətin olacaqdır. Qət'idir bu. Ondan sonra əmn-əman gələcəkdir inşallah. İnşallah özəlliklə Azərbaycan və İranda yaşayan türklər çox rahat olacaqlar. Niyə? Çünki türklərin çox güclü dövlətləri var dövrəsində. Türkiyə var, Azərbaycan var, Türkmənistan var, Qəzzaqistan var. Böyük bir güc var. İndi onlar buna görə ki, Çindən eləyə bilsin, gəlsin. Xəzərdə gərək gələ bu şey. Şeylər ki, gələcəklər, tiriller, qatarlar ki, gələcəkdir. Xəzərə yetişəndə məcburdur ki, burada hər şeyi yükü yendirələr. Xərcidir, bir izafi xərcidir. Bunu yendirələr, vuralar gəmiyə, bu da bir xərcidir. Orada bir ambar pulu verəcəklər, sonra bunu göndərəcəklər ora. Yəni bir yendirmək pulu var, bir saxlamaq pulu var, bir mindirmək pulu var, bir gəmi ilə gətirib Azərbaycana yetirmək. Yəni bugünkü Azərbaycan Cumhuriyyətinin paytaxtı ora yetirmək şey var. Orada da yenə gəmidən yendirmək, ambar eləmək, dubara onu yenidən qatarlara ya treylərə mindirmək gücü var, yükləmək gücü var və bu hamısı xərcdir. Əgər Azərbaycan müstəqil olsa nə olar? Yəni türklər müstəqil olsalar, Xəzərin yanına gələndə bir dana oradan dəmir yolu gələr Türkmen səhriyə. Türkmen səhridən gələr Azərbaycandan keçər gedər yenə Bakıya. Bakıdan keçər gedər Türkiyəyə. Yəni həman yol ola bilər. O gəmi məsələsi ki, bir neçə gün orada bir hər iş neçə gün qalacaqdır, o Azərbaycanın xidmətinə keçər və türklərin xidmətinə keçər. Bu da türklərin bir-birinə yapışmağına çox böyük bir təsir qoyar və əmn-əmanlıq yaradar. Özəlliklə də bizim inşallah İran dağılanda bizim Kürdlərin yoxdur belə bir şey, Bəluçların yoxdur, ərəblərin var, ərəblərin dövlətləri var. O balaca millətlər ki vardı, Talışdı,
Ciləkdir, Mazənidir, Lorlar, Bəxtiyarilər. Farslar ki, ayaq arasında aradan gedəcəklər. Onlar çox yazıq olacaqlar, farslar çox yazıq olacaqlar. Farslar hətta mənə belə gəlir ki, köçməyə məcbur olacaqlar. Yəni heç bir millət icazə verməyəcək farslar orada qalsın. Qala da bilməslər. Ərəblər sularını verməsələr, Lorlar, Bəxtiyarilər sularını verməsələr, İsfahanda, Kirmanda, Yəzdidə nəyə qalacaqlar ki? İndi orada çoxlu karxanalar düzəldiblər. Simnanda, İsfahanda, Kirmanda, Yəzdə, Kaşanda çoxlu karxanalar, fabrikalar düzəldiblər. Bunlar insanları yığdılar. Amma sabahlar bunların suyu gəlməsə, bunların benzini, nəfti gəlməsə və bunlar satmağa hara satacaqlar? Ərəblər onlardan almayacaqlar. Ərəblər niyə ərəbləri qoysunlar? Gəmidən hər şey ucuz gələcəkdir. Düşməndən alınca dostdan alarlar, qardaşdan alarlar. Bəluçların da dostu, qardaşı bizuq. Ərəblərdir. Və ha belə Pakistandan gəlgətlər var. Düzdür, orada da bir müşküllər var, amma onlarla da gəlgətlər var. Eyni halda üstdə türklər var. Əfqanlar var. Pakistanlılar var. Üstdə türklər var. Bunlarla alver eləyəcəklər. Bəxtiyarilər, Lorlar, Ciləklər, Mazənilər, Talişlər, bunlar da türklərə tabi olmalıq gücündədirlər. Çiçəklər əzilib gedərlər. Yəni bunların o gücləri olması gələrlər. Türklərlə savaşırlar, ərəblərlə savaşırlar. Bu gücləri olmaz. Dövlət də yoxdur. Bir dünyada da bir dövlət yoxdur ki, bunlardan ciddi gələ bunların üstündə sərmayə qoyaq. Onun üçün bunlar məcburdular ki, bu kiçik dövlətlər, millətlər məcburdular ki, böyük millətlərlə yola gəlsinlər. Onun üçün farslar bu arada qalacaqlar. Qalan millətlər xüsusən dedim, özəlliklə türklərin güclü dövlətləri var dövlədə. Çox da stratejik olaraq Azərbaycan çox gözəl bir nöqtə, yəni türklər İranda çox gözəl bir nöqtədədirlər. Həm xəlicdən, yəni Ərəb xəlicindən, gəmi ilə, qatarla, hər nə ilə desəz, yük gəlsə, xəlicdən istəyə gələ Azərbaycana, türk torpaqları, dedim, şeylər var, ərəblərlə biz qardaşıq, bəluçlarla qardaşıq, bəxtiyarilərlə, lollarla yaxçıyıq, düzdür, onların cahilləri çoxdur. Cahil gücləri içəridə, hamısı İrançı cahil güclər var. Bunlar cahillərdir. Yəni cahil dediyim bizim Azərbaycanda da cahil var, pan-İranistlər. Bu pan-İranistlər cahildirlər. Bunlar o gün ki İran yıxılıb, bunlar hamısı sandalyeyi axtaracaqlar girərlər. Hamısı da bizdən çox. Biz ki məsələn indi burada zindana getmişik, zəcir çəkmişik, şikəncə çəkmişik, vətəndən xaricdə yaşamışıq ya insanlar zindanda indi 50 ildir, 50 gün etisab qəza eləyiblər. Onlardan şişlur bunlar türkçə olacaqlar. Çünki onlar mənfəət axtarırlar. Onların mənfəətləri indi pan-İranistlikdadır. İran dağılan kimi onlar hamısı pan-türk olacaqlar. Dedim, bizə də hətta deyəcəklər, yox biz sizdən də çox işlirdik falan, bəhmən bizə də gəlib şey eləyəcəklər. Yəni bizləri də meydandan çıxartmağa çalışacaqlar. Hər şeyi keçirdilər öz əllərinə. Onları çıxsaq, qalanları bizlə okeydir. Yəni, amma dedim, mən farslara bir yaxçı şey görmürəm. Farslar məcbur olacaqlar, dağılsınlar, həm dünya, həm İranın ayrı yerlərinə dağılacaqlar. Çünki yaşam şəraiti orada düz olmayacaqdır. Kəvirlik olacaqdır. Yenə yüksək, hər şey baha olacaq orada. Hər şey çox. Yəni bir nəfər fars qalsa orada, İsfahanda deyək, Şirazda hələ deməyək. Çünki Şiraz türk torpağıdır. İsfahandır, Kirmandır, Yəzdidir, Kaşandır, bunlarda qalanlar Simnandır. Bunlarda qalanlar iqtisadları olmayacaq, ekonomiləri olmayacaqdır. Müştərilər olmayacaq satırlar, su gəlməyəcəkdir, karxanalar işləməyəcəkdir, elektrik olmayandan sonra hər şey. Yəni aradan gedəcək, çox bahaya çıxacaqdır o zindiyanlıq orada qalan insanlara. İlla ki məsələn orada təslim ola türklərə və türklərin torpağı hesab olaraq, tarixən torpaq türk torpağı idi. Türk torpağı hesab olaraq qala, onda Türkistandan bunlara bir şeylər gələr, amma orada fabrika olmayacaq qaydədən. Çünki fabrika yeri deyil oraq. Yağsa göydən təcər gibi payan, bir-iki dənə də şeir oxuram, ondan sonra bağlayaq kitabı. Yağsa göydən təcər gibi payan, tolösən nuş edə qəmin insan.
Tolusun nuşedə. Dolu özü deyir, əgər yağsa, dolu. Tolusun nuşedə qəmin insan, onun qəmi gələcəkdir. Bəzm əcsami cami bimari. Dur edib xəlqə etdirə zari. Dərd و آلام و رنج جوناجون eyliyət cümlə nasi zaru zəbun. Edələr lətmə dilləri suzan. Edələr, mən edələr oxuram, amma edələr lətmə dilləri suzan, bədəni sitəm eyliyə lərzan. Bədəni sitəm eyliyə lərzan, yağa hər cah kisrət üzrə, mətər yağış. Yağa hər cəs kisrət üzrə, yağa hər cah kisrət üzrə, mətər dəxi çəşd و hesar olə xoştər. İnşallah yağış çox yağacaqdır. Leyç bir padişahı alişən, mülkünü qoyub edə tərki cəhan. Öləcək bir dənə padişah. Yəni nuş eyləyib əcəl camün, bəzm aləmdə eyliyə kamün. Xaç yağsa zəminə gər nacah. İndi torpaq gələ. Dedik Azərbaycanda duz torpaq gəlir. Hələ bilmirəm, duza yetişməyibdir. Əl-Əhvazda bu cürdür, Bəlüçistanda bu cürdür, hətta Tehranda da bu cürdür. Xaç yağsa zəminə gər nacah, ərmiyə xizrivatə feyzi miyah. Onda su yağmayacaqdır ki, xizrivat yəni gögöyərənti. Gögöyərəntiyə bir şey gəlməyər. Edələr padişahlar pərxaş. Edələr padişahlar pərxaş, başlar ayıq olə, ayaqlar baş. Diqqət eləyin. Edələr padişahlar pərxaş, başlar ayaq ola, ayaqlar baş. İran şeydə bu oldu da, yəni diqqət eləsəz, ayaqlar getdi, baş oldu, başlar ayaq oldu. İndi də o olacaqdı, bu da olacaqdı. Yəni belə bir şey olacaqdı İranda. İllətü dərdü rəncü mərcü fəca. Faciə. İllət yəni mərəzçılıq. İllətü dərdü rəncü mərcü fəca. Qilləti kəsb-ü kar-ü mərcü vəba. Qilləti kəsb-ü kar, işin də azlığı, mərcin çoxluğu, vəba, yəni bu məsələn nə idi? Gəlmişdi adı və korona. İndinin koronası vəbadır da, yəni vəbadan da pis idi. Əlbəttə indi də deyirlər bir dənə bir şey gəlir. Eyliyə xəlqi aciz u diltənc, qalmaya caycahi səbr-ü dirənc. Çox deyir çətin nıq vəziyyət ola. Yolçuya tacirə irişə ziyan. Yolçuya tacirə, musafirə və tacirə. Yəni gəl-ged məsələn indi görürsünüz də İrana yolçu gəlir. Yəni xaricdən İranlılar gəlirlər içəriyə, ya içəridəkilər, ya turist gəlir, tutublar, salırlar zindana. Yolçuya tacirə irişə ziyan. İndi tacirdən əlavə şeylərə də, işçilərə də, karimətlərə də. Bu kitab yazılanda karimət yoxdur. Ona görə tacir deyir. Yəni o gəlir mərkəzi. Gəlir mərkəzi görürsünüz ki, tamam bazinşəsələrdir, işçilərdir, hamısı ziyan altındadır. Qırıla çarpadə çox heyvan. İndi görürsünüz heyvanları, toyuqları, cücələri aparırlar çöldə, öldürürlər, düyləri tökürlər, buğdanı, düyünü tökürlər dəriyə İranda. Niyə? Toyuğu öldürürlər ki, cücələri öldürdülər. Neçə milyon cücəni gördük videosun. Öldürdülər ki, yekəlməsin, azlıq olsun. Eləyə bilsən toyuğun kilo məsələn 10 min tümən idi, geçsin 150 bin tümənə çıxsın, 200 min tümən, 300 min tümənə çıxsın. Ona görə öldürdülər. Dövlət də bunun yanındadır yəni. Və hətta eşitdik ki, dövlət buğdaları, düyünü, buğdanı alır ambardan, tökür dəriyə ki, onun qiymətini qalxıza bilər. Yəni belə bir dövlətinin üzbəyiz yox. Yolcuya tacirə ərişə ziyan, qırıla çarbadə çox heyvan. Sel sünündə donub yenə doğran. Sel sükündə donub yenə dövran, dönüb yenə dövran.
su üzündə yenə yel dönübdür. Eyliyə xəlqi aləmi şadan. İnşallah dövrən donacaq, xəlqi aləm şadan olacaq. Tamam, bu kitab, mən bunu deyirəm ki, o nə idi adı? Bir nəfər var idi, çox məşhur şey idi. Kahinlik elirdi. Onu yazım görüm adını gətirir. Nə idi adı? Kahini məşhuri ki gələcək havadisi öngörür. Görək bunu tapı gətirir. Kimdir? Burada bir bunu mən değiştirim. Məşhur kahin, məşhur kahin ki gələcək havadisi öngörür. Adı yadıma gəlir, zehnimdə dolanır, amma şey olmur. Yazacaq adam kimdir? Yazacaq adam kimdir? Yadımdan çıxdı. Görür. Kimdir? Yaxşı, sual soruşur, cavab verir. Nostradamus, tamam. Nostradamus 500 il bundan qabaq. Bu kitabın tarixini biz çıxada bilsəydik, görərdik bu nə zaman yazıbdı. Nostradamus'un tayı bir adamla burada türk ilə tərəfuq, yəni onun yazısını görürük. Məncə bu adam çox ağıllı, çox görəcəyi gələn, Nostradamus kimi, adı nə idi? Nostradamus idi, nə idi? Yadımdan çıxdı, qaçdı. Nostradamus. Nostradamus'dan güclü bir adam da olmasa ondan dalıya qalan bir türk deyil. Çox güclü bir gələcəyi görən bir insandır və gələcəyi çeyrikdir. Mən bunun şeirlərindən bir 5-10 səhifə oxudum, 5 səhifə zad oxudum. Çox da gözəl xətt ilə yazıbdır. İnsafən bu, mən fikirəm bu kitab çox uzun ömrü yoxdur. Bunun çox olsa 400 il, ta 500 il ömrü olar. Çox uzun olmaz. Çünki düzdür, məsələn bu modern dediyimiz dünyanın sözlərini işlətməyibdir. Ona görə nəzərə gələn əski bir kitabdır. Amma çox da şey deyil, yəni nəzərimə gəlmir, çox da qədim ola. Çünki içində bəzi kəlmələr irinmədikdən sonra bir-iki neçə kəlmə gördüm ki, əlbəttə bəlkə də illəti budur, mən nəzərimə çox da qədim gəlmir. İlləti budur ki, mən indi 263 cələsədir ki, türkcə kitab oxuram. Hər halda zehnim yavaş-yavaş türkləşir də. Yəni bir çox türkçü kəlmələr zehnimdə yer tapır. Ona görə bunlar mənə məsələn mümkün şey gəlmir. Bəlkə əgər əvvəldə bu kitab oxusaydım, nəzərimə gəlir ki, çox qədimi kitabdır. Amma indi biraz baxıram, nəzərimə gəlir ki, bu 400-500 ildən öncə yazılmamış bir kitabdır. Xəttinə də o cür diqqət edirəm. Kəlmələr ki işlədib onlara baxıram onun üzü ilə. Kitab 120 səhifəlik bir kitabla qarşılıq, əvvəli yoxdur, axırı yoxdur, cırılıb da aradan gedibdir, bunları gördük. Ona görə bundan bir tarix çıxada bilmirik. Həm də iki qismətdən, iki bölümdən təkmilli yazılmış bir kitabdır. Bir şeir ki, mətni əslidir, kitabın ortasında yazılıb, bir də qırağında yazılan şeirdir ki, o da bu içəridə olan şeirin təfsiridir, açıqlamasıdır. Mən hər ikisindən də biraz oxudum. Çox nəzərimə bu kitab Nostradamus'dan daha bizim özəlliklə türklərə önəmlidir. Mah-ı Azər. Azər deyil, Bəhmən, İsvənd. İndi Bəhmən ayı görək, Bəhmən ayına baxsaq. Mah-ı Azərə bir baxışın. Dedi, mən Azər ayında tutulmuşam, zindana getmişəm və işgəncə olmuşam. Çox vəziyyətim o zaman. Azər ayında görək ki, nə olur? Dedi, Azər bu ay-ı Süryani zikr edər Martəs ilə
Bu da bir ayrı bir şeydir. Çünki Süryani, Martes və Yunani. Yəni 3 dənə gələcəyi görən kahinlər, ya nə deyək, fal deməyək, bir ayrı bir şey. Astroloji deyirlər indi. Astrologistlər 3 yerdə belə istəyiblər. Buna ol bahar der Türkan. Buna əvvəl bahar der Türkan. Türklər buna, bu da 4-cü oldu. Süryani, Martis, Yunani, Türk. Buna əvvəl bahar derlər Türkan ya ol bahar derlər Türkan. Həm 31 gün oldu hökmü rəvan. Erişsə çün bu mahə fərxundə, mürdəcan zəmin olar zində. Calibdir. Fikir eləm 57 inqilabı da Azərdə şey oldu. Başladı. Haru rütəb oldu həm təbiətdə. Har yəni isti, təbiəti istidir deyir. Har rütəb oldu, rütəb də həm rütubətdən gələ bilər, həm də xurma rütəbdir da, istilik. Har rütəb oldu həm təbiətdə, etidal üzrədir həqiqətdə. Etidaldır bu aynı şey. Etmə xaliyo dəmağı təngiyədən. Etmə xali dəmağı təngiyədən. Təngiyə yəni buruna su çəkirlər, fıngırırlar onu. Ona deyir təngiyə. Etmə xali dəmağı təngiyədən ki odur məbdə umuri bədən. Ki odur məbdəi umuri bədən. Biz havanı buradan çəkirik da, ona görə deyir ki, bunu burada təmiz saxlayın. Həm bu ayda qəda gərək şirin. Bu ayda şirin yemək yiyin. Həm luhum lətifə ki olə simin. Luhum ləhmlər, ətlər. Luhum lətifə qav ilə simin. Qav ki qavdır, amma simin nə deməkdir bilmirəm. Etmə pərhiz meyxoş ətməədən. Etmə pərhiz meyxoş ətməədən. Ətməə təamlar. Qaçma xoşxur qəzaləri yemədən. Xoşxur qəzaləri deyir, yeməkdən getmə, çəkilmə. Beyzə nafe edir olsa nim birişt. Biriştə, biz bilirik da, Türkçə sözdür birişt. Deyirik biriştə. Məsələn, çörəyi biriştə elə. Yəni ki, çox pişsin. Beyzə nafi edir olsa nim birişt. Mən deyəcəm, diqqət eləmişim. Biriştə işlədirdik. Böyle yazmış Həkimi Pakisirişt. Mal heyvan beyzəsindən danışır. Mötədil əşribə münasibdir. Mötədil, nə çox məsələn olsun aşağı, nə çox yuxarı. Mötədil. Mötədil əşribə münasibdir. Zoq anın kim cimaə rağibdir. Zoq anın kim cimaə rağibdir. Cima da yəni ər-arvadın arasında olan ilgi. 3 qədəh mi içən təam üzərə ola ol söhbə sihhət müdam üzərə. Əşrəbədən 3 qədəh içən deyir ki, səhhəti düz olur. Eylə bu zoqi ruz o şəb çək cam, böylə qalməz zaman bədfərcam, rənc süsti ərişməz andamə, gündə 100 kərə var olsa həmmamə. Deyir, 100 kərə də hamamı getsə zərər eləməz. Nocavanlar təami az etsin, pirlər daim ehtiraz etsin. Qocalar da ehtiraz eləsin. Yeməz sir o piyaz o türübü tərə, ehtiraz eylə uğrumə zərərə. Deyir ki, bunlardan da biraz az ye. Səbzicat deyir ki, az ye. Yeməz sir o piyaz o türübü tərə, ehtiraz eylə uğrumə zərərə. Zərər eylər qəliz olursa qəza. Mahi xoşki heç yemə əsla. Mahi xoşki. Xoşki nədir sözüdür bilmirəm. Amma burada işlədibdir. Bir balıq yemə deyir hər halda. Ruz əvvəldə qərəs olur əşcar. Bunun əvvəl günündə ağaçları əkərlər. Daxi ol gündə aşılınır gülnar. Gülnar ehtimalən vaksənəzi də işarə edir ki, o gündə vaksən də vursalar yaxçıdır. Mən belə düşünürəm. Bəlkə ayrı bir şey də ola bilər. Ruz rabi olacaqdır.
Ruzi rane ki buxstur məşhur, nəcisdir məşhur. Ruzi rane, rane nə deməkdir bilmirəm. İstəyirdim yəni 4-cü gün rabi oxuyam, amma rane deyir. Ruzi rane ki nəcisdir məşhur, qol-u Musa'da böylədir məzkur. Yəni Yahudilərin yanında belədir ki, məşhur şeydir. Dəxi bir bərdül ucuz axəridir. İntihai zaman qasiridir. Şərəfi şəmsü ruzi sabi'dir. Sabi'dir. Şərəfi şəmsü ruzi sabi'dir. Bu xəbər mövqeində vaqi'dir. Tamam, o 4 olacaq. Elə rabi edim, rane olubdu, o rabi olacaqdı. Çünki burada 7-yə getdi. Qutarır burada əlbəttə. Əlbəttə davamı var. Bunun da getdikcə davamı var. Oxumuram. Ay tutulsa nə ediləcəkdir filan. Burada da getdi aylarda hansı ayda nə olar? Fala baxır. Əslində burada indi o fala baxmaq qəziyyəsinə keçir. Bilirsiniz ki, Mustradamus nədir? O da elə belə bir işlər görürdü. Kitabın sonuna baxıram. Görək ki, burada bir tarix əcəba heç olmasa kitabın özünə yazıblar. Gördük əvvəldəki o şeyi vurmuşdu. Orada yazıb ki, tarix yoxdur. Tarixi bəlli deyil. Bilmirəm kitabı oxuyublar ya oxumayıblar. Çün vəqayı zuhur edə həqqa cümlədən amd içrə artıq ola. Erişə çox kimsənənin əcəli, dövlət anın ki xab olə əməli. Bunu da deyim ki, dostlar, mən Günas TV-də çalışanda da bunu dəfələrcə mühasibə eləmişdim, demişdim, indi də mühasibə edirəm. Keçən nəsl qurtulur. Bizim gələn 5 ildə 35 milyon adam qutaracaqdır. Yəni İranın cəmiyyəti indi 95-dir, 90-dır, 90-dır, 95 milyondur. 5 iləcən gələcəkdir 70-ə yenəcək. 70 milyon civarında adamımız olacaqdır. İran adlanan yer. Çünki onlar için inqilabda 30, 25, 30 yaşlar var. İndi onların 80, 85 yaşlar var. Onlar koldən kəsiləcəklər. Bizim dədələrimiz, mənim dədəm getdi. Allah nənəmə də uzun ömür versin. Amma o nəsli gedəcəkdir. O nəsl bir 5 iləcən o nəslidən qalsa orada burada bir dənə zəmi ilə bir biçiblər, orada burada bir sümbül qalır. O cür olacaqdır. Onların getməsi ilə Azərbaycan çox güclənəcək. Azərbaycan hərəkatı çox güclənəcək. Onların getməsi ilə farslar çox zəifləyəcəklər. Çünki farsların təcrübə sahibləri olardı. Savad sahibləri olardı. Çünki farslar heç indi gediblər bir məsələn uşaqların yekəldiblər, dövlətdilər, sərvətdilər, dövlət adamları. Bunların uşaqları dədələrindən sərvətinə, oğurluqlarına dayanaraq bir çarədirlər. Savadları doğru savad deyil, təcrübələri doğru təcrübə deyil, yaşamları doğru yaşam deyil. Bunların dədələri öləndən sonra, nənələri öləndən sonra və İranda bir hərəkət olandan sonra bunlar təqribən hamısı aclığa mübtəla olacaqlar. İlla ki, qaçıb xaricədə, orada-burada bir gizlənənləri olsa, onlar bəlkə hər halda xaricədə bir kefə baxarlar. Onu da millətlər, onları mən belə düşünürəm ki, bir-bir tapıb, axtarıb, tapıb, tutub gətirəcəklər vətəndə mühakiməyə, sərvətlərin əllərindən alıb millətə qeytarmağa. Bunu mən inanıram. Baxmayın, Cumhur İslami bu işi şeylə görmədi. Pəhləviçilərlə və şahçılarla görmədi. Yəni, əvvəzinki gələn savaş idi, Pəhləvi gərək idi bunları bir-bir xaricədən apara idi, əvvəzinki terrora əl baş qata, insanları azad düşünən, haqq düşünən insanları öldürək, gərək idi bunları bir-bir tapıydı, gətirəydi, vətəndə onların pullarını əllərindən alıydı, xaricdəki pulları əllərindən alıydı, millətə xəşliyəydi. Təməddünün inkişafına, sərvətin inkişafına, insanın rifahına, gəlirin çoxalmasına, işin çoxalmasına gərək bunu xəşliyəydi. Təəssüflə İran bu işi görmədi, özü də qatdı, eyni onlar kimi oğurluğa qatışdılar. Bəli, görəcəklər. İran dövləti dağılacaq və aradan gedəcək. Hər halda, dostlar, bu günləri bir dənə böyük kitabla tanış olduq. Bir dənə Maverdi,
Əbulhəsən Maverdi adında bir şəxsiyyətlə tanış olduq. Aydad, bunun da bağlamışam. Amma axtarım görüm ki, bəli, bu tapdım. Yox, bu deyil. Maverdi bu deyil. Bilim və fəlsəfə. Tamam, budur. Tamam. Şahabüddindir, bu da o deyil. Şahabüddin, təşkil yani. Bura gedincə, indi bura gəldik. Yəni, buradan açsaq, rahatca fəlsəfə kitablarına baxacaqdıq. Maverdi, Əbulhəsən Maverdini hər halda onun kitabı ilə, onun düşüncələri ilə tanışdıq. 1046 il bundan öncə biraz aşağı, biraz yuxarı bu kitabı yazıbdı. Və bunun zamanında Əbbasi dövrəsidir, tərcümə dövrəsi başlanır və bu adamın 3 cild kitabı siyasət haqqındadır. Və mən şəxsən bunu bilmirdim. Türkiyədə bunu tərcümə eləyiblər, ərəbcədən latin türkcə ilə yazıblar, sağ olsunlar. Amma bunu biz İranda bunları bilmirdik. Hər halda çox bir ciddi kitablarla burada tanış olduq. Mən onların da yazdım. Adların burada bir saat onun haqqında danışdım. Və ondan sonra da bu kitabı türkcə yazılmış Məşəddə universitetdə qalan kitabı tapdıq ki, bunun əvvəli yoxdur, axırı yoxdur. Kitabda çox yəpriyibdir, əpriyibdir, çürüyübdür, aradan gedir. Amma yazıları qalan yeri sabit qalır, gözəl qalır. Bir-iki yerdə cırılıb aradan gedibdir, amma əvvəlindən bir çox səhvə tökülübdür, axirindən bir çox səhvə tökülübdür. Onun üçün bu kitabın kim yazıbdır, hangi zamanda yazıbdır, onu bilmədik. Amma kitab Adamus dedik onda onun adını. Nostradamus tay bir adamdır, türkdür və məncə dünyanın və özəlliklə İranın gələcəyin indi nə olacaq onu göstərir. Məncə belə gəlir. Bu kitabı mən hələ oxumadım, biraz da oxusaydım deyərdimsə, belə gəlir ki, bu qış İranın son qışıdır. İran deyən varlıq İnşallah bu qışın sonuna qədər dağılıb aradan gedəcək və hər millət öz muradına yetişəcəkdir. Burada da onu gördüm, o kəlməni gördüm, ona görə murad sözünü dedim. Bunu oxuyayım, bu şeiri oxuyayım, bundan qutaraq. Bu səfədən oxuyayım, ya gedim, bu səfərin əvvəlindən. Rih-i asif kibi əsə gərbad. Rih-i asif kibi əsə gərbad. Eyliyə fitnə aləmi bərbad, fitnə düşə. Aksüzün bir şəhi sikəndərca. Aksüzün bir şəhi sikəndərca. Fot olub nəqd ömrü ola təbah. Eylə həm bu ilidə qəhd u qəla. Eyliyə həm bu yildə qəhd u qəla. Bura cırılıbdır, təəssüflə görünmür. İstila, belə bir şey oxunur. Nil Misri idə şulqədər tuğyan. Nil Misr edə şulqədər tuğyan. Burada nə mənəsə əvvəli cırılıb görəmir. Yer ola hər diyarə mintərdən. Nə mənədir bu? Yar fitrətdən. Nə mənə ola hər diyar fitrətdən. Şahidə biruz bir vəzir ədl ayin. Şamidə, Şamda. Şam gedir, Misri dedi ki, tuğyan eləyəcəkdir su, görə xabaq. Şamda bir vəzir ədl ayin. Şamda belə bir şey çıxır inşallah. Şam, yəni bugünkü olur Suriyə. Ola ədl ilə. Nə mənə rağib ola. Burada yenə də cırılıbdır, bilinmir ki, hangi şehir hankisınındır. Ədl dad edə 3 sənə o vəzir. Bədəhu mevt ola gəribancir. Mevtə ola gəribancir. Öləcəkdir. Ehtimal verirəm bu adam ki, iş üstə gəlib indi. Şəbani deyirlər, nə deyirlər? O
Ruzigar ani aqibət edə xaç, matəmi xəlqi eyliyə qəmnaç. Böylədir rəsm-i rahi dünyanın, əsli yoxdur bu izzət-u şanın. Sən gərək zalim ol, gərək adil. Sən gərək zalim ol, gərək adil. Aqibət xaçdır sənin mənzil. Zalimə hər kişi edər düşnam. Adilə xeyr olur, nəticəyi kam. Dövlət anın ki niçinam ola ol. Dövlət anın ki niçinam ola ol. Yəni məmduhi xas am ola ol. Arif oldur ki olmayan nami, ölmeyen nami. Arif oldur ki ölmeyen nami. Ola daim muradi naçami. Tamam, buradan bu yüzden təəssüflə yox olur, amma mən bunu oxuyayım, tutaraq. Etsə nagəh uqab çərx səfir. Bu uqab Amerikaya işarə eləyə bilər, çünki Amerikanın şeyidir. Etsə nagəh uqab çərx səfir, düşələr xofə həb səğir və kəbir. Əgər bunların təyyaraları qalxsa göyə, hamı deyir qorxar. Mülk-i məğribdə ola qəhd u qəla. Bu ha zaman gələcəkdir. Dəxi cəng u cədəl o səfc-i dima. Səfc-i dima qan tökmək. Dima qan, səfc-də tökmək, qan tökmək. Səfvaş da buradan da o adam ki çox qan tökür. Fovt ola bir şəhi əzimüşşən. Ehtimalən Trump'dan söz gedir. Qalmaya aləm içrə əmn və əman. Bilmirəm, burada bir qəziyyə nə olacaqdır. Şamidə amədu. Şahidə amədu. Cəzairdə. Şamidə amədu. Şamidə amdu. Cəzairdə. Bu yılın əvvəlində, axirdə. Nə mənədir? Buradan sonra Şam, Cəzair falan bunları da deyəcəkdir ki, təəssüflə deyirəm bu kitab. Gedib dostlar, bu kitab hər kəsin varsa, bu kitabı, lütfən bu kitabı ya o birisi kitabxanalarda varsa bunu tapaq. Bu çox önəmli bir kitabdır. Dedim, Nostradamus'dan dalı deyil ki, bəlkə də qabaqdır. Onun üçün bu kitab bizdə olması çox yaxşı olar. Ki, insanlar Nostradamus'a baxırlar, buna baxsınlar. Özümüzün, heç olmasa özümüzün. İnsan əgər xurafiyə gedir, lağələ öz xurafamıza getsin, ya düşmənin xurafəsini getsin. Şükür olsun Allah'a. Bu günləri bir dana böyük şəxsiyyətlə tanışdım, web saytla tanışdım və bir türkcə kitabla tanışdım ki, Nostradamus'a tay bir şəxsiyyətdir. Və bu da bizim türklərin yaratdığı bir mədəniyyətin bir parçasıdır, dostlar. Ola bilər bizim xoşumuz gəlməyək, inanaq, inanmayaq, amma mədəniyyətin bir parçasıdır. Bu günləri Kanadada, Amerikada, Avropanın hər yerində falabaxanlar pul qazanırlar. İnternetdə belə pul qazanırlar. İranda da qazanırlar, hər yerdə. Amma nə əcəb öz falabaxanımız olmasın. Yəni əgər qərarlıdır insanlar buna inansınlar, belə bir şeylər geçsinlər, özümüzünkilər inansınlar, özümüzünkilər geçsinlər. Bizim də içimizdən yaxşı bir belə bir şeylər çıxsın. Niyə çıxmasın ki? Yəni mən bundan narazı deyiləm. Sağ olun, sağ qalın. İnşallah ki Allah ömür verirsə, mən uzun ömrü sevirəm. Yalan vacib deyil. Yəni Allah uzun ömür versin. Niyə? Neçə şeydən ləzzət aparıram. Əhləyalımdan, balalarımı görməkdən, dostlarımı görməkdən ləzzət aparıram. Sevdiklərimi görməkdən ləzzət aparıram. Ömrün uzunluğu mənə bu fürsəti verir ki, onları çox görəm. Onların gülməklərin, onların danışmaqların, onların dolanmaqların, onların difahını görməklə sevinirəm. Bu da məni yaşamağa əlaqəmənd edir ki, yaşayayım, görüm balalarımı, nəvələrimi, nəticələrimi, sevdiklərimi. Vətənimi sevirəm, vətənimin gələcəyini sevirəm, vətənimi, millətimi sevirəm, millətimin gələcəyini sevirəm. Onun üçün göylüm istir millətimin, vətənimin gələcəyini görüm. Onların rifahın, əmniyyətin, istiqlalın, dövlətin görüm. Onu yaşayayım, onda yaşayayım. Bunu da göylüm istir. Onun üçün uzun ömrü istərəm Allahdan. Türk dili ilə
ərəb dilini öyrəşmək istəyirəm. Əl yazı kitabları və imkanım olsa bir dənə mərkəz quram, orada bu kitabları tayp elətdirəm, ya imkanı olsa bunları modern türkçədə yazdıram, ya modern eləməyəm, belə qədimki dildə yazam qoyam, müntəşir ola, insanların əlinə çata. Bunu da gönlüm istəyir. Heç olmasa türk dilini yaxşı öyrənim, görüm dədələrimiz nə yazmışlar, bizim beynimizə nə keçibdi, niyə bizi bu qədər mühəndislik eləyiblər beynimizi düşmənlər və biz düşmənin əlinə vermişik. Görüm ki, düşmənin əlindən millətimizin beyni qırtılır və yaradıcılığa gedirlər beynimiz. Dədələrimizə tay, babalarımıza tay, analarımıza tay. Gedək tazaşdan yar. Buna görə də uzun ömrü Allahdan istərəm. Yəni Allah uzun ömür versin hamımıza. Bu yollarda çalışaq, yazaq, yaradaq, ibtikarlar, ixtiraat eləyək, millətimizi, vətənimizi, dilimizi, gücümüzü gücləndirək. Dilli güc, dilli millət demək. Güclü vətən, güclü millət demək. Bizim də vətənimiz güclü, millətimiz güclü olmalıdır. Bunu istərəm. Təbii ki, bunun üçün Allahdan uzun ömür istərəm. Ölümdə hissat yoxdur. Bilmirəm nə olacaqdır öləndən sonra. Bilmədiyim bir şeyi də çox da alışsınca etmirəm. Xiyal da eləmirəm ki, nə olacaqdır öləndən sonra. Öləndən sonra təklif, dində bəllidir. Dində bir cəhənnəm, behiş var. Cəhənnəm də yoxdur məncə. Behiş də olsa olacaq da Allahın yanı ki, türklər ona uçmaq deyirlər. Yəni, türklərin baxışında uçmaq nə deməkdir? Yəni, Allahın yanına getməkdir. Orada bağ yoxdur, orada bal yoxdur, orada süd yoxdur, orada arı yoxdur. Orada mən bu canınan arvadlar, hurilər yoxdur. Orada Allah vardır, Allaha qoşulursan. Uçmaq bu deməkdir. Bir çox şeylər, bu beş cəhənnəm sonra yaranıb insanın zehninə gəlibdir. Yaradıblar. İnsanın umduğu bir şeyi və əli çatmadığı bir şeyi insana deyirlər. Məsələn, insanın göylücü işlir ki, çoxlu arvadı olsun, onlarla kef eləsin. Deyiblər ki, bu behişdə olacaqdır. İnsanın göylü istirmiş ki, əraq içsin, məst olsun, yoxmuş orada. Şirin su göylü istirmiş orada. Çünki şor suyu ilə yaşırmış da. Su yoxmuş əslən. İstədiyi qədər şor suyu yoxmuş. Yəni şirin su yoxmuş, şor su var imiş. Bal əlinə çatmırmış, meyvələr çatmırmış. Meyvələri Quranda tanıdıqları meyvənin adlarını sayıbdır ki, bunlar behişdə olacaqdır. Amma məsələn, o sulu yerlərdə, isti yerlərdə ki, meyvə çox imiş, harrə yerlərdə, nə ki çox harrə, amma isti də, yəni məsələn Hindistanda, Malezidə, Endonezidə, nə bilim Filipində falan da bunlarda məsələn çoxlu heyvanlar var, çoxlu meyvələr var ki, Quranda adı yoxdur. Tamam, əgər oradan bir peyğəmbər çıxsaydı, deyərdi, ağaçdan bir meyvələr çıxacaq, kilo, məsələn, 50 kilo, məsələn. Biz bunu eləyə bilməyəcəyik, təsəvvür eləyə bilməyəcəyik, çünki tanıdıqları meyvəni qoyublar. Əlbəttə, bir də deyək ki, ümumi meyvələri qoyublar. Məsələn, insanlar hər yerdə bunu görsünlər, yesinlər, falan. Ola bilər, ümumi meyvələr. Amma bir çox yerdə də xurma yoxdur. Məsələn, Kanadada, Amerikada xurma ağacı yoxdur. Yəni, nə edəcəklər? Yəni, bunlar xurmadan düşüncələri yoxdur. Onun üçün, hər halda, istədim bunu deyəm ki, türklər uçmağa inanırlar. Uçmaq Allaha qeytmaqdır. Allah tərəfindən xəlq olmuşuq, Allaha tərəf. Quranda da bu ayə vardır. İnna lillahi və inna ileyhi raciun. Biz Allahdanıq, Allaha qeydəcəyik. Yəni Allahın bir parçasıyıq, əslində Allahın özünə qeydəcəyik, Allahın yenə bir parçası olacağıq. Allahın yanında ayrı bir mövcud olmayacağıq. Allahın özü. Çünki fəlsəfə, İslam fəlsəfəsində hər şey Allahın təcəllisidir. Allahın özü deyil, Allahın təcəllisidir. Təcəlli nə deməkdir? Deyək ki, məsələn, mən beləsi desəm, misalı, həm özüm rahat düşünürəm, həm də dostlarımız bəlkə rahat. Təcəlli nə deməkdir? Aynanı belə tuturuq, işıq salırıq hər yerə. O işıq gün deyil, amma günün təcəllisidir, orada düşməsidir. Aynanı belə tuturuq, günü salırıq hər yerə. O gün deyil ki, orada düşübdür, o günün təcəllisidir. Biz də Allahın təcəllisiyik. Mən indi bu zamandan ki, başlamışam, türk kitabları oxuram. İnsanların hər kəsə baxıram, Allaha şükür edirəm. Bu Allahın təcəllisidir, ha. Özüm Allahın təcəllisiyəm, ha. Burada hətta zehnimə əcib suallar gəlirdi. Bunların
anlaşmağına düşünürdüm ki, nə olar? Sonra gördüm ki, biz Allahın biz bəzi şeyləri pis bilirik. İlləti budur ki, o kültürdə ki yaşayırıq, onu pis bildilər bizə. Amma əslində o çox gözəldir. Məsələn, sevişmək çox gözəl bir şeydir. Allahın yaratdığı eşqin ovucu, ən mühüm mərhələsi sevişməkdir. İki dənə sevgililərin bir-biri ilə yatarkən bir-biri ilə hal eləmək, ləzzət aparmaq. Çox ləzzətli və çox gözəl bir şeydir. Əslində pis bir şey, əsla pis bir şey deyil. Sevişmağın, sevincin, eşqin ovucu həyəcanıdır. Niyə bunu yaşamayaq ki? Hər halda